Hər vaxtınız xeyir. Hal-hazırda izlədiyiniz bu qısa videonu mən sonradan çəkirəm. Bu qısa videonu əsas videoya, yəni uzun videoya montaj edəcəm. 1-2 dəqiqəlik video olacaq, reklam xarakterli olacaq və buna görə də əvvəlcədən üzrxahlığımı qəbul edin. Nə deyəcəkdim? MİQ və ya sertifikasiyaya hazırlaşan ibtidai sinif müəllimlərimiz üçün tam paket dərslərimiz artıq aktivdir. Tam paket dərslərimizə qoşulmaq üçün və ya tam paket dərslərimiz haqqında ətraf şəkildə məlumat almaq üçün çəkinmədən bu əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Qısa məlumat verəcəm ki, tam paket dərsləri nədir və onu da qeyd edim ki, bundan sonra izləyəcəyiniz o uzun videoda hələ tam paket dərslərimizdən biridir. Tam paket dərslərinə qoşulduqda siz baza dərslərini əldə etmiş olursunuz. Birinci, baza dərsləri. Baza dərsləri nədir? Sizə lazım olan bütün riyazi bazanı tam formalaşdırmaq üçün olan video dərslər və tapşırıqlardır. Hansı ki, siz orada natural ədədləri, onluq kəsirləri, adi kəsirləri, müsbət mənfi ədədləri, modulu, tənlikləri, əməllər sırasını və s. əbobu, əkobu, hər bir bizə lazım olan riyazi bazanı, yəni ki, ibtidai sinif müəllimləri səviyyəsində lazım olan riyazi bazanı formalaşdıran video dərsləri 26 dənə video dərsdir və tapşırıqlar da həmçinin öz yerində. Onları əldə etmiş olursunuz. Ondan sonra sizə lazım olan proqrama aid, yəni imtahan üçün nəzərdə tutulan proqrama aid bütün mövzuların ətraf şəkildə mövzu izahını əldə etmiş olursunuz. MHM kitabının sonuncu nəşr, yəni 2025-ci il nəşr kitabı olan Qara Üzlü, üstündə 2025 yazılıb. Həmin kitabın başdan ayağa bütün mövzularının və bütün testlərinin dənə ətraf şəkildə izahını əldə etmiş olursunuz. Başqa nə? Çoxlu sayda sınaq əldə etmiş olursunuz. 100-ə yaxın sınaq var, mövzu sınaqları, qarışıq sınaq var. 100-ə yaxın sınaq var. Hərəsində ən azı 20 sualdan 2000 sual və sınaqların da hər birinin dənə-dənə ətraf şəkildə izahını əldə etmiş olursunuz. Bundan əlavə də bizim aktiv WhatsApp qrupumuza qoşulursunuz, hansı ki, hansısa mövzuda və ya hansısa bir video izahı izləyirsiniz, amma yenə də sizə aydın deyil və ya hər hansı bir sualınız yanında və ya hər hansı bir başqa bir materialdan işləyirsiniz, o materialdan hansısa məsələni həll edə bilmirsiniz. Həmin WhatsApp qrupu da 24 saat aktivdir, yəni günün istənilən vaxtı yaza bilərsiniz. Mütləq şəkildə mən gün ərzində həmin suala ətraflı şəkildə cavab verirəm, ta həmin şəxs başa düşənə kimi. Vəssalam. Mən indi bacardığım qədər vacib məlumatları qeyd elədim. Daha ətraflı məlumat üçün yenə bu əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Vaxtınızı aldığım üçün üzrlüsən, keçirik əsas videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik. Mövzumuz qarışıq məsələlər idi və qeyd edim ki, bunun əvvəlki videoda biz 30 testin dənə-dənə hər birinin ətraf şəkildə izahını vermişik. Gördüyünüz kimi bu video başlayır 31-ci testdən. Yəni bu videoda da biz 31-dən başlayacağıq. Yəni də ardıcıllıqla dənə-dənə hər bir məsələnin ətraf şəkildə izahını verəcəyik. Mən sizə vaxt yemədən keçirəm məsələmizə. Məsələmizə keçməmişdən əvvəl də biz bilirik ki, biz məsələni necə oxuyuruq? Çox rahat, sərbəst şəkildə, stressiz, həllinə fokuslanmadan sadəcə bir hekayə kimi oxuyub vəziyyəti başa düşməyə çalışırıq. Rahat. Oxuyuram. 3 qardaşın yaşları cəmi 17-dir, zamana baxdım və 4-cü qardaşın yaşından 5 vahid çoxdur. Neçə ildən sonra 3 qardaşın yaşları cəmi 4-cü qardaşın yaşından 2 dəfə çox olacaq. Buradakı ədədlər heç vecimə deyil. Mən birinci dəfə oxuyanda bu ədədlər heç vecimə deyil. Yadımda da qalmır. Əsas mən oxudum hekayə kimi, gördüm burada nədən söhbət gedir? 3 qardaşdan, yaşları cəmdə eləm qalsın bir qardaş. Bir də 4-cü qardaşdan. Düzdürmü? Bilirəm, lap yaxşı. Qeydimi aparım. 3 qardaşdan danışıblar bunlar, bir də 4-cü qardaşdan. 4-cü qardaşda bir də ad verim, rahat olsun. Mən öz adımı verirəm. Olsun 4-cü qardaş Rasim. Yəni 3 qardaşdan danışırlar, bir də 4-cü qardaş Rasimdən danışırlar. Yəni siz başqa ad da verə bilərsiniz. Rahat olsun da təsəvvür eləmək. Hə, deyək ki, 3 qardaşın yaşları cəmi 17-dir. Yazıram bura. 3-ünün bir yerdə yaşlarının cəmi 17-dir. Hərəsinin neçə yaşı var bilmirəm, amma 3-ü bir yerdə yaşlarının toplananda 17 edir. Və deyək 4-cü qardaşın yaşından 5 vahid çoxdur. Yəni bu 17 Rasimin yaşından 5 vahid çoxdur. Onda Rasim neçə yaşı var? 12 də. Çünki bu 17 5 vahid çoxdursa, onda Rasim balacadır da. 17-dən 5 çıxanda 12 olur. Doğrudan da bax 3 qardaşın yaşları cəmi 17-dir və Rasimin yaşından 5 vahid çoxdur. Yəni 17 12-dən 5 vahid çoxdur. Deyirəm, Allah bax qeydlərimi qəşəng yapardım. Sonra deyir, neçə ildən sonra, burada da bir də xətt çəkirəm. Deyirəm, məsəl üçün 2 ildən sonra olsa 17 Rasimin yaşı 2 yaş artacaq, 12 üstünə 2 gələcək. 3 ildən sonra 3 gələcək. İndi x ildən sonra, mən bax neçə il keçir, sual hələ odur. X ildən sonra onda 12 üstünə gələcəm, x gələcəm. Rasim yaşı olacaq 12 üstə gəl, x. Onda bu 3 qardaşın yaşları cəmi nə olacaq? 17 üstə gəl, x deməyim də. Çünki bunlar 3 nəfərdir. X ildən sonra hərəsi x yaşı. Necə Rasim x yaşı böyüməmişdi. Onların hərəsi x yaşı böyüdü. 3 nəfər olduqları üçün biri x, o birisi x. Yəni ki 3 dənə x
artır bunlar yaşları cəmi. Yəni yaşları cəmi olur 17 üstə gəlir 3x. Qoyacaq bura. X ildən sonra bunların yaşları cəmi 17 üstə gəlir 3x oldu. Rasimin yaşı, yəni 4-cü qardaşın yaşı 12 üstə gəlir x oldu və bizə deyir ki, neçə ildən sonra 3 qardaşın yaşları cəmi 4-cü qardaşın yaşından 2 dəfə çox olacaq. Yəni bu yaşları cəmi bundan 2 dəfə çoxdur. Yəni mən bura bərabər qoysam, bunlar bərabər deyil. Bu 2 dəfə çoxdur. Bu 2 dəfə azdır. Onda bərabər olsun istəyirəmsə, bu 2 dəfə az olanı 2 dəfə artırmalıyam ki, bu balaca böyükdür axı. Bu balacanı 2-yə vurub artırmalıyam ki, bunlar bərabərləşsin və mən bərabəri qoya bilim. Vəssalam. Bu tənliyi həll etmək artıq sizin üçün heç nədir? Bərabərdir. 2-ni vururam, paylama qanunu asıram mötəzəni. 2 vur 12, 24. Üstə gəl 2 vur x, 2x. Üstə gəl 2x sağdan sonra çıx 2x kimi keçir. 3x-dən 2x sağda x qalır. Bərabərin solundakı müsbət 17-də soldan sonra çıx 17 kimi keçir. 24-dən 17 çıxanda 7 qalır. Sualımın cavabı hazır. Çünki məndən soruşdu ki, neçə ildən sonra, illərin sənədə mən x demişdim, x ildən sonra x-də 7 tapmışam. Deməli 31-ci testin cavabı oldu D bəndi. Silək bunu, keçək 32-ci testimizə. Deyir ki, 2 yeşikdə cəmi 93 kiloqram alma var. Birinci yeşikdəki almaların 5də biri, ikinci yeşikdəki almaların 4də biri satıldıqdan sonra 2 yeşikdə birlikdə 70 kiloqram alma qaldı. Əvvəlcə birinci yeşikdə, ikincidəkindən neçə kiloqram az alma var idi. Yəni də bayaq kimi tam oxudum, gördüm 2 dənə yeşikdən danışırlar. Hələm ədədlər verəcəmə deyil. Deyirəm bu birinci yeşik olsun, bu da ikinci yeşik olsun. Hərəsi nə qədərdir bilmirəm, amma 2 yeşikdə cəmi 93 kiloqram alma var. Yəni bu neçədir, bu neçədir bilmirəm, amma bunlar toplayanda 93 eləməlidir. Bunu da su kimi öyrənmişdik ki, 2 ədədin cəmi 93 isə birisinə x deyəndə digərinə 93 çıx x dedik. Bu da vaxtda da dəfələrlə danışdıq. Bunu su kimi bilməlisiniz, uzatmıram. Biri x-dir, o birisi 93 çıx x. Sonra deyir ki, birinci yeşikdəki almanın 5də biri satıldıqdan sonra qalandan danışırlar. Bax, qaldı söhbəti var. Ona görə belə düşünürəm ki, bunun 5də biri satılıbsa, bax, birinci yeşikdə x kilodur da, bunun 5də biri satılıbsa, 5də biri satılıbsa, biri satılıbsa, nə qalıb? 5-4-ü qalıb da. Onda bu nə qədərsə bunun 5-4-ü qalıb. Çünki 5də biri satılıb. X-in də 5-4 tapması nə etməliyik? X-i 5-4-ə vurur. Çünki ədin hissəsi tapmaq üçün ədin hissə göstərən kəsrə vurur. Yəni burada X-i 5-4-ə vurmalıyıq. Yəni qalan nə qədər oldu? 5-də 4 X. X vurulsun 5-də 4-də. İkinci yeşikdəki də 4də biri satılıb. Bax, ikinci yeşikdə 4də biri satılıb. Yəni 4-dən biri satılıbsa, onda 4-dən 3-ü qalıb da. Deməli 4-də 3-ü qalıb. Burada ikinci yeşikin 4'də 3'ü qalır. İkinci yeşik 93 çıx x olduğu üçün 93 çıxılsın x. Bunu da 4'də 3'ünü tapmaq üçün bunu 4'də 3'ə vurmalıyıq. Çünki x-i 5-4'ə vurduq. Burada bunu hissə göstərən kəsrə vurmalıyıq. Bu qalıb və bu qalıb. X-i bir yerdə nə qədərdir? Yəni qalanların cəmi nə qədər toplayıram? O mənə deyir, bax 2 yeşikdə birlikdə 72 kilo alma qaldı. Yəni bunların cəmi bizə 72-ni verməlidir. Çox rahat. İndi bu tənliyi həll edəcəyik. Kəsirlərdə də, baza dərslərində də, kəsir məsələlərində biz bu cür tənlikləri dəfələrlə həll eləmişik. Yəni həll edək tezdən. Birinci bunu açaram. Hamımızın bildiyi qaydada. 5-4x-lə işim yoxdur. Üstə gəl. Bunu paylama qaydasına vurub açıram. 4-də 3-ü 93-ə vuranda olur 4-də 279. 3-ü 93-ə vurdum da. Çıxılsın 4-də 3x-ə vuranda olur elə 4-də 3x bərabərdir 72. Bu məxrəclərdən cəmi qutarsın deyə bərabərin solunu da sağını da vuracağım. Məxrəclər 4-lə 5, 4-lə 5 əkəb neçədir? 20. 20-yə vuracağım. Bərabərin sol tərəfində 20-yə vurdum. Sağ tərəfində 20-yə vururam. İndi paylama qaydasına 20-ni 1-1 bunların hamısına vuracağım. Hamısını 20-yə vuracağım. Ha, ixtisar getsə belə tezdən 20-yə vuracağım. 20 ilə 5 ixtisar gedir. Bu da 4 qalır. 4-4x-ə vuranda olur 16x. Üstə gəl. 20-ni 4-də 279-a vuranda 20 ilə 4 ixtisar gedir. 5 qalır. 5-i 279-a vuranda 1350 oldu. 1395 eləyir. Bax, bunlar səhv salmırdı. Həmişə bu sualları. Burada Rasim 25 4x-ə vuranda ixtisarı getdi. Sonra tezdən 20 vurdu. Paylama qalanı burada 4-də 3-ü vurmurdun. Bundan sonra da buna. Paylama bu da odur da. Sən 20-ni buna vurdun, ixtisar getdi cavabı aldın. Sonra tezdən 20-ni buna vurmalısan. İxtisar getdi cavabı aldın. Sonra tezdən 20-ni buna vurursan. Yəni onları qatışdırma. İxtisar gedəndən sonra ədəd balacaşığı balacanı bura vururam. Hələ bir söhbət deyil. Hə, çıxılsın. İndi 20-ni 4-də 3-ə vuranda 20 ilə 4 ixtisar gedir. 5, 5-i 3x-ə vuranda olur 15x. Bərabərdir 72-ni 20-yə vuranda olur 1440. 16x-dən 15x-i çıx, 15x-i çıxanda boş x qalır, bərabərdir. Plus 1395 də çıx, 1395 kimi bu üzə keçəndə 5, o da 40. Cavab olur 45. X-i tapdım 45. Yəni birinci eşikdə 45 kilo varmış, x demişik. İkinci eşikdə 93 çıxılsın x. Yəni 93 45 neçə edir? 48 kilo var imiş. Sual da budur ki, əvvəlcə birinci eşikdə ikincidən neçə kiloqram azalma var idi? Yəni 45-48-dən nə qədər azdır? 3 vahiddə, yəni 3 kiloda 48-dən 45-i çıxıram. Cavabı 3 tapıram. 3 hardadır? A bəndində. 32-ci testin cavabı da oldu A bəndi. Keçək 33-ə. Deyir, Tural sırada başdan 5-cidir. Bu da sıra məsələlərdir. Bunları da öyrənmişik.
ədəd məsələlərin içində idi. Başlıqda hələ sıra məsələləri gəldi. Kim yaxşı öyrənməyibsə boşluğunu doldursun orada. Tural sırada başdan 5-cidir, Yaşar isə axırdan 11-dir. Tural ilə Yaşarın arasında 5 nəfər varsa sırada ən çox neçə nəfər var? Çox asandır, uzatmayacağım bunlar çünki öyrənmişsiniz. Bu nə demişdim? Cığcıları toplayırıq 2 dənə cığcıları. Biri oradan falancı, biri buradan falancı. Bir də üstünə aralarındakı adamların sayını gəlir. Ən çoxunu deyirsə. Ən azını deyəndə o cığcıları yenə də toplayırdıq, amma aradakiləri çıxırdıq ən az soruşanda. Bir dənə də əlavə 2 çıxırdıq. Bunları mövzu haqqında öyrənmişik. İndi məndən ən çoxu soruşur da, ən çoxu. Burada var 5-ci, 11-ci. Cığları topladım 5 plus 11. Bir də üstə gəl aralarındakı. Aralarında 5 nəfər var axı. 5. Və salam. 5, 5, 10, bu da 11. Sualımın cavabı oldu 21. Ən azını soruşsaydı 5 ilə 11-i toplayacaqdım, çıxacaqdım 5-i. Bax aradakiləri. Bir dənə də əlavə 2 çıxsaydım. 5 ilə 11, 16, 16-dan 5 çıxsaydım. 11, 11-dən 2 çıxsaydım 9, onsuz cavabın içində yoxdur o. Çünki bizdən ən çoxunu soruşur. Sadəcə ən azını da yadınıza salmaq istədim. 33-cü testin cavabı da oldu B bəndi. Bax bu düsturları öyrənmişik biz. Bu düsturların məntiq haqqında danışmışıq. Yəni kim orada boşluq varsa həmin mövzunu mütləq izləsin. Həmin mövzunun ətraflı şəkildə izahını, düsturların çıxarılışını, düsturların məntiqini və məsələləri tətbiqini öyrənmişik. 34. Deyir Orxan Elçindən, mən arada zamana baxıram orada. Siz narahat olmayın da mən həzər baxanda da kim qızıqlandırarsınız. Orxan Elçindən 7 kilo ağırdır. Elçin Fəriddən 4 kilo ağırdır. Fərid isə Elnurdan 2 kilo ağırdır. Dördünün bir yeri 830 kilogram olarsa Orxanın çəkisi nə qədər olar? Görürsünüz rahat oxuyuram. Heç vecimə deyil orada ədədlər. Çünki mənə əsas burada görüm kimləri adam adları lazımdır. Orxan, Elçin, son kim var? Fərid, başqa adam var, Elnur da var. Elnur. Birinci onları qeyd edirəm. Orxan, Elçin, E hərfinə adam çoxdur, onu tam yazıram adını. Elçin, Orxan, Elçin. Son kimdir? Fərid, Elnur. Fərid hələ boş fı yazın. Elnur da ki, Elnur. Tö yazın. Elnur, Elçinlə qarışdırmayın deyə. Mən məsələdə gördüm ki, 4 nəfərdən söhbət gedir. Həm ədədlər vecimə döyürdü. Sonra görürəm ki, bunlar arasında münasibətlərdə naşif. Orxan falana 7 kilo, o birisi bu birisindən 4 kilo, bu birisi bu birisindən 2 kilo ağırdır, nə. Təbii ki, mən burada birisinə X verməliyəm. Kim hansına istəyir X verə bilər. Amma belə tip məsələdə ən rahatı nədir? Mən özüm həmişə bunlarda ən balacasına X verirəm. Yəni ən balaca çəkiyə, yəni çəkisini ən balaca göstərən ədədə X vermək istəyirəm. Məsələn, bunu hardan bilək? Açıq-aşkar görsən, Orxan Elçindən ağırdır. Onun deməli ən balaca Elçindir hələ ki. Elçin də Fəriddən ağırdır. Deməli Fərid daha yüngüldür. Fərid ən yüngüldür. Ən yüngülünə X deyəcəm də mən ən balacasına. Ən yüngülü Fəriddir gözüm. Sonra ki Fərid də Elnurdan ağırdır. Onda Elnur ən yüngüldür. Çünki Fəriddə mən yüngül demişdim. Elnur da ondan yüngüldür. Çünki Fərid ondan ağırdır Elnurdan. Deyirəm, əfsus. Elnura X deyirəm. Bax Elnura ən ikisiylə. Və salam. Sonra cümlənin tezini oxuyanda məsələn, gör necə rahat olur. Başladım. Ne demişdi? Mən də Elnurla əlaqəli cümlə axtaranda birinci Elnurla əlaqəli cümlədən başlayıram. Deyir ki, Fərid Elnurdan 2 kilo ağırdır. Yəni Elnur X-sə Fərid ondan 2 kilo ağırdır. Yəni X plus 2-dir. Ondan 2 artıqdır. Sonra indi Fəridlə əlaqəli cümləni axtarıram. Deyir ki, Elçin Fəriddən 4 kilo ağırdır. Deməli, Fərid X plus 2-dirsə, Elçin ondan 4 kilo ağırdır. Yəni X plus 2-nin üstünə 4 gəlməli. Yəni bu olur X plus 6. Çünki Fərid nədirsə, Elçin ondan 4 kilo ağırdır. Yəni bunun üstünə 4 gəldi. Sonra gəldim Elçinlə əlaqəli cümləyə. Deyir ki, Orxan Elçindən 7 kilo ağırdır. Yəni Orxan, Elçin X plus 6-sa Orxan ondan 7 kilo ağır. Yəni X plus 6-nın Elçin üstünə 7-ni gəlməliyəm. Çünki bu ağırdır. X plus 6-nın üstünə 7 gəldi, oldu X plus 13. Fəsən. Belə daha rahat olur. Başqasına da X deyib həll eləyə biləriz. Amma ən kiçiyinə, ən yüngülünə X deyəndə işin çox rahat olur. Təbii ki, ona əlaqəli cümlələrə baxalım. Sonra buna bax. 4-ün bir yeri 833-dür. Yəni nə var ki burada? Yəni bunları toplayanda 133-ə bərabər olmalıdır. Mən şifahi toplayacağım. 1, 2, 3, 4 dənə X toplayanda olur 4X. Üstə gəl. 13, 6, 19, 2, 21 bərabərdir 133-ə. Burada 4X bərabərdir. Çıx 21 kimi keçəndə 133-dən 21 çıxanda 112. Düzdürmü? X də bərabərdir 112-ni 14-ə böləndə 28. Şimdi sualımız neydi? Orxanın çəkisi nə qədər olar? Orxanın çəkisini X plus 13 deməmişdik. X-i də 28 tapmamışıq. Qoyduq bura. 28 13. Orxanın çəkisi oldu 41 kilo. Yəni 34-cü testin cavabı da oldu G bəndi. Sibirəm bunu da keçirik 35-ə. Sinifdəki oğlanların yarısı, sinifdəki qızlardan 6 nəfər azdır. Bu sinifdə cəmi 30 şagird varsa, oğlanlar qızlardan neçə nəfər çoxdur? Məsələn, yenə rahat oxudum, gördüm. Oğlanlardan və qızlardan danışırlar. Bunu qeyd elədim birinci. Bir sinifdəki oğlanların yarısı. Onda sinifdəki oğlan sayını mən bilmirəm. Bilmədiyim üçün buna X deyə bilərəm, amma mən 2X deyirəm. Niyə 2X deyirsən Rasim?
Çünki yarısını tapmaq daha rahat olur da, kəsir yəni. Çünki 2x-in yarısı nədir? X-də 2x 2-yə bölsəm x olur da. Kəsir zad yaranmır da. Bax, sinifdəki olanın sayını 2x-dirsə, deyir ki, sinifdəki olanın yarısı, yəni bu 2x-in yarısı, əvvəl bir kənarda yazam, sonra söyləyəm x-dir da. 2x-in yarısı nədir? X-dir. Oğlanımız 2x, amma yarısı x-dir. Deyir ki, bunların yarısı, yəni x sinifdəki qızlardan 6 nəfər azdır. Deməli, qızlar bu x-dən 6 nəfər çoxdur. Çünki oğlanların yarısı budur, bu da qızlardan 6 nəfər azdır. Bax, bu qızların 6 nəfər azdırsa, deməli, qızlar bunun 6 nəfər çoxdur. Qızlar bundan 6 nəfər çoxdur. Bax, bundan. Yəni, x-in 6 nəfər çoxdur, yəni qızların sayı x plus 6-dır. Vəssalam. Yəni, bunu müxtəlif cür, başqa cür də x deyib həll edə bilərik. İndi mənim ağlıma bu gəldi, bu zərdim. Kim necə istəyirsə həll edə bilər. Əsas ki, düzgün məntiqlə düşünsün. Yəni, WhatsApp qrupunda əlavə həlli varsa, atıb mənimlə müzakirə etmək istəyən olsa, atsın. Arduç asandır çünki ki, bu sinifdə cəmi 30 şagird var. Şagird nədir? Qızlar, oğlan hamısı bir yerdə şagirddir də. Yəni oğlanlar 2x-dir, qızlar x plus 6-dır. Qızların oğlanları hamısını toplayanda bizə 30-u verməlidir çünki 30 dənə şagird var. Bunun da 3x, çünki 2x-lə x toplayanda 3x olur. Bu 106 bura çıxı 6 kimi keçir. 36 çıxanda 24. X də bərabərdir. 24-ü 3-ə böləcəyik. Hasillik yavuqa bölürük. X-imizi 8 tapdıq. Sual nədir? Oğlanlar qızlardan neçə nəfər çoxdur? Oğlanlar neçə nəfərdir ki? 2 vur x. X-də 8 tapmışam. Yəni ki, 16 nəfər. 2-ni 8-i vurdum. Qızlar neçə nəfərdir? X plus 6, x-in yəni 8-i qoysam, çünki 8 tapmışam, olur 14. Oğlanlar qızlar neçə nəfər çoxdur? Ondan soruşub. 16, 14-dən nə qədər çoxdur? Çox çətin sual oldu. 16-dan 14-ü çıxırıq, cavab olur 2. Haradadır? A bəndində. 35-ci testin cavabı da oldu A bəndi. Silək bunda. Keçək 36-ya. Ben zamana baxım yenə də. 36. Deyir ki, Vəli axşam saat 9-da yatdı. Və zəngi saatı sabah türklərdən götürüblər. Səhər demək istəyirlər. Türklər səhərə sabah deyirlər axı. Sabah kimi ki, nəzər tutublar. Neysə. Zəngi saatı sabah 10:00-ə qurdu. Türklər bazarınca demək olar da. Sabah yəni. Amma yox, bu səhər 10:00 deməlidir. Çünki burada axşam 9:00 desə, burada səhər 10:00 deməlidir. Zəngi saatı Vəlinin neçə saatdan sonra o qədər. Bu çox asandır. Axşam 9-da yatmısansa, axşam saat 12-yə kimi neçə saat yatmısan? 12-dən 9 çıxıram 3 saat. Düzdür? Yəni 9-dan 12-yə kimi 3 saat yatmısan. Hələ də yatırsan ha. 12-də 00-dır da artıq. Gecə 12 00 deməkdir də. Sən səhər 10-da durmusan. Deməli 00-dan 10-a kimi 10 saat əmrdə. Çünki 00-dan nə olur? 1, 2, 3 saat belə gəlir. Gecə 1, gecə 2, gecə 3, 10-a kimi. Deməli 10 saatda yatmısan. 3 saat 9-dan 12-yə kimi yatmısan. 12-dən 10-a kimi də 10 saat yatmısan. Yəni ümumiyyətlə nə qədər yatmısan? Yəni 3-dən 10-u toplayırsan, cavab olur 13 saat. Bizdən də onu soruşun neçə saatdan sonra oynar? 13 saatdan sonra 36-cı testin cavabı da oldu A. Kitabın arxasında yazıblar Y. Biz nə səhv eləmişik? Vəli axşam saat 9-da yatdı. Axşam 9-da yatıbsa, gecə 12 kimi 3 saat. Səhər 10-da durursa, 10 saatda oradan, 13 saatda. Zəngi saati Vəli neçə saatdan sonra oyadar? 13 saatdan sonra. Yox, düz yazmışıq. 36 kitabın arxasında Y yazıblar. Çox güman ki, nəsə mexaniki səhv ediblər. 35 eləmişdik də bizə. Keçdik 37-yə. Deyir ki, şagird lövhədə misal yazırdı. Misalda verilmiş ədədi 5-ə vurub 12 çıxmaq tələb olunurdu. Amma o səhvən vurma yerinə bölmə, çıxma yerinə toplama işarəsi qoydu. Ancaq bu misalın cavabına təsir etmədi. Misalda verilən ədəd hansıdır? Məsələn, böyük görsən, heç qorxulu görsən, çətin şey yox deyə burada. Bax, bilmədiyim şey x deyəcəm. Bax, şagird lövhədə misal yazırdı. Misalda verilmiş ədəd. Bu verilmiş ədəd nə vaxt nədir? X yazılır, bax, x. Nə deyir, onu edəcəm. Verilmiş ədədi 5-ə vurub, bu ədədim x-də bunu 5-ə vurmalıydı bu, düzdür? 12 çıxmaq tələb olunurdu. Yəni ədədi vur 5-ə, sonra da ondan 12 çıx. Bax, bir yaxşı. Amma o səhvən vurma yerinə bölmə, yəni x-i 5-ə vurmaqdan saçıb x-i, yəni həmin vermiş ədədi 5-ə bölüb, vurma əvəzinə bölüb. Çıxma yerinə toplama işarəsi qoydu. Yəni çıx 12-nin əvəzinə plus 12 yazıb saçıb. Bir ancaq bu misalın cavabına təsir etmədi. Yəni əslində bunu eləməlidir, bunu elədi, amma cavab eyni çıxdı. Yəni bunlar bir-birinə bərabər oldu. Və salam, bu neydi çıxdı bura? Və salam, tənliyim hazırda. Bu həll eləmək də çətin bir şey deyil. Bir dənə buradan cavabı qurtarmaq üçün, məxrəcdə 5 var axı. Bərabərin sağını da 5-ə vururam, solunu da 5-ə vururam. 5-i vuranda 5x-a, bu x vur 5, 5x deməkdir. Olur 25x. Çıxılsın. 5-i 12-ə vuranda olur 60, bərabərdir. 5-i buna vuranda 5 dəqiqə gedir, boş x qalır. Üstə gəl, 5-i 12-ə də vurmalısan, olur 60. Nə olur? Bu bərabərin sağdan sola çıx x kimi keçir. 25x-dən x çıxanda olur 24x. Bərabərin sonraki mənfi 60 soldan sağa, üstə gəl 60 kimi keçir. 60-da 60 topunuzda olur 120. X də bərabərdir. 120-ni 24-ü bölük 5. X-mi 5 tapdım. Sual nə idi? Misalda belə ədəd hansıdır? 5 də.
60 artıq. Çünki verilərdə biz x demişdik. X-i də 5 tapdıq. 37-ci testin cavabı oldu Y bəndi. Keçdik 38-ə. Burada biz bundan Y götürmüyoruz. 1 saat yatmayıb baxı bu. Hə, 100% biz düzəlləmiş. Bayaqdan fikrim ondadır ki, birdən mən mexanik səhv eləyərəm. Keçdik 38-ə. 38. Əla. Görək 38-də nə deyir? Deyir ki, perimetrləri cəmi 24 sm olan 3 eyni kvadratı yan-yana qoymaqla alınan düzbucağın sahəsini tapın. Deməli, 3 dənə kvadratı yan-yana qoyublar. Birinci əsas mənə bu lazımdır. Sonra ədədlərə baxacağam, vəziyyəti başa düşmək üçün. Bax, 3 dənə kvadratı yan-yana qoyublar. Öz 3 dənə eyni kvadrat var. 3 eyni kvadratı yan-yana qoymaqla düzbucaqlı alınır. Bunun sahəsini tapsın. Problem yoxdur. Bu kvadratların da perimetrləri cəmi 24-dür. Yəni 3-ün bir yerdə perimetrləri cəmi 24-dürsə, birisinin perimetri neçədir? 24-ü 3-ə böldüm, tapdım ki 8. Yəni birinin perimetri 8 sm-dir ki, 3-ünün perimetri bir yerdə 3-dən 8 24 verir bizə. Birinin perimetri 8 isə, onda bu kvadratın tərəfi nəyə bərabər? Çünki kvadratın perimetri tapmaq üçün 4A üstündən istifadə edirik. Yəni 4-ü A-ya vuranda perimetri verir. O da perimetri 8-dir. Buradan da A bərabər 8 böləm 4-ü 2. Deməli, bu kvadratlardan birinin tərəfi 2-dir. Yəni, bax, bu tərəfi 2-dir, bu tərəfi də 2-dir. Deməli, bu 3 dənə eyni kvadrat olduğu üçün bunun da tərəfi 2-dir, bunun da tərəfi 2-dir. Və salam. Bax, düzbucaqlının artıq enini 2 olduğunu, uzunluğunun da 6 olduğunu gördüm. Bax, 2, 2, 2, 3 dənə 2 də 6. Eni 2, uzunluğu 6. Məndən nə soruşur? Deyir, bunun sahəsini tap düzbucaqlının. Düzbucağın sahəsini tapmaq üçün eni uzunluğa vururlar. Yəni, 2-ni 6-ya vururuq. Eni 2, uzunluğu 6 idi. Cavab 12 olur. 38-ci testin cavabı da oldu A bəndi. Silirəm bunu da. Keçirik 39-a. Deyir, düzbucağının sahəsi 36 kvadrat santimetr, tərəfləri isə natural ədədlərdir. Deməli, bir dənə düzbucaqlı var. Onun sahəsi 36 deyir, 36. Tərəfləri natural ədədlərdir. Kvadratın düzbucağının sahəsi tapılır eni uzunluğa vurur. Bunu hamısı kimi bilirsiniz. Yəni S bərabərdir A vur B üstünə tapılırdı. İndi bunun eni ilə uzunluğu nədir bilmirəm. Eni amma uzunluğa vuranda cavab neçə edir? 36 edir. Çünki sahənin 36 olduğunu mənə veriblər. Və mənə deyir ki, tərəflərin natural ədədləri. Yəni bu A ilə B-nin yerində 100% natural ədədlər var. Sən düşünürsən ki, hansı natural ədədlər bir-birinə vuranda 36 eləyə bilər? Bax, eninə 1 desəm A-ya, onda B görək 36 olsun. Çünki 1-i 36-ya vuranda 36 eləyir. Eninə 2 desəm, onda görək uzunluğu nə olsun? 18. Çünki 2-ni 18-ə vuranda 36 eləyir. Eninə 3 desəm, onda görək uzunluğu nə olsun? 12. Çünki 3-ü 12-yə vuranda 36 eləyir. Eninə 4 desəm, onda uzunluğu görək nə olsun? 9. Çünki 4-ü 9-a vuranda 36 eləyir. Sonra eninə 6 desəm, 5 desəm alınmır. Çünki 5-i neysə vuranda 36 edir. Daha doğrusu 5-i neysə vuranda 36 edir. Məsələn 7,2 vuranda 36 edir. Amma natural olmadılar axı. Yəni 5 naturaldır, 7,2 natural deyil axı. Ona görə 5-i götürmürəm. Eninə 6 desəm, uzunluğuna 6 desəm, bu zaman da 36 edir. Çünki 6 vur 6 36 edir. Burada yenə də kimlər deyə bilər ki, eni 6, uzunluğu 6, onda bu kvadrat oldu ki. Kvadrat da onsuz da düzbucaqlı sayılır. Həmişə deyirəm, yenə deyirəm. Kvadrat da düzbucaqlı sayılır. Bunu səhv salmayın. Yəni kvadrat özü də düzbucaqlıdır. Bunları qeyd elədim. Davam eləməmişəm. Çünki niyə? Davam eləndə 7 neysə vuranda 36 eləmir, 8 neysə vuranda 36 eləmir, 9-u 4-ə vuranda 36 eləmir. Onsa mən 4 vur 9-u yazmışam. Yəni tezdən yazmağa ehtiyac yoxdur. Çünki yenə də eyni şeydir. Bunları yazdım. Deyir ki, bu düzbucaqlının perimetri aşağıdakilərdən hansı ola bilər? Və salam. Ya düzbucaqlının belə ola bilər, eni 1, uzunluğu 36 da. Belə olan halda perimetrimizi tapılırdı. Bunları toplayıb 2-yə vururduq. N ilə uzunluğu toplayıb 2-yə vururduq perimetri tapında. Yəni 1 ilə 36 toplayıb 37-yi 2-yə vuranda 74. Baxıram cavablarda 74 var, yox. Yəni çünki mənə deyir ki, hansı ola bilər? Görün bunlardan hansı varsa, deməli onu götürsəm də. Gəldik bura. 2 ilə 18 toplu neçə eləyir? 20. Düzdür? Vururam 2-yə neçə eləyir? 40. Perimetri oldu 40. Yəni eni 2, uzunluğu 18, onun sahəsi 36 olur da. Amma perimetri tapmaq istəyirəm, n ilə uzunluğu toplayıb 2-yə vururduq. 40. 40 cavablarda var, yox. Onda bunu da götürmürəm. Bu olsaydı götürəcəkdim. Çünki hansı ola bilər? 3 ilə 12 n ilə uzunluq. 3 ilə 12 toplayıb 15, 2-yə vuranda 30. Perimetri 30 ola bilər. Var B bəndi. Və salam. 39-cu testin cavabı da oldu. B bəndi silirəm, bunu da keçirik 40-cı testimizə. Üçbucağın ən böyük tərəfinin uzunluğu, biraz belə deyim, yaxşıdır belə, hə. Üçbucaq var bir dənə, şəklini çəkim bildim. Üçbucaq. Deyir ki, üçbucağın ən böyük tərəfinin uzunluğu, ən böyük tərəfi güya budur da. Kiçik tərəfin uzunluğundan 2 dəfə, orta tərəfin uzunluğundan isə 3 sm böyükdür. Baxın, bura kiçik tərəf olsun. Kiçik tərəfini x desəm, bura kiçik tərəf olsa, buna x desəm, bilmirəm axı. Deyir ki, böyük tərəfin uzunluğu kiçik tərəfin uzunluğundan 2 dəfə çoxdur. Yəni, kiçik tərəfi x-sa, böyük tərəfi nədir? 2x-dir. Çünki 2 dəfə çoxdur. Bu kiçikdirsə, bu böyükdür. Bu x-dirsə, bu 2 vur x-dir.
Orta tərəfin uzunluğu isə 3 sm böyükdür. Bax bu 2x orta tərəfindən 3 sm böyükdür. Yəni ki bu böyükdür. Onda orta tərəfi balacadır da. Bu ən böyükdür axı onsuz da. Yəni deməli bu 2x isə bu 2x çıxılsın 3'dür. Yəni bu 3 sm böyüksə orta bundan 3 sm kiçikdir. Və salam. Elə belə qeyd edeyim bilək. Bura kiçik tərəf idi, bura böyük tərəf idi. Bura orta tərəfdir bilimdə. Əla. İndiki üçbucağın ən böyük tərəfi 18 sm olduğu halda, bu 2x 18-ə bərabərdirsə ən böyük tərəfi yəni də bizə deyir. Onda x nəyə bərabərdir? 9 və salam. Ən kiçik tərəfini x demişdik. Kiçik tərəfi 9 imiş. Ortancıl tərəfi nədir? 2 vur x 9 tapmışam da. 2 vur 9 18 çıxır 15. Və salam. Mən tapdım ki, kiçik tərəfi 9-dur. Orta tərəfi 15-dir. Böyük tərəfi də 2x idi. Yəni 18. Onu özü vermişdim mən ki, böyük tərəfi 18-dir. Bu da 18-dir. Sualımız nədir? Olduğu halda üstdən perimetr neçə santimetrdir? Perimetr tapmaq üçün də biz 3 tərəfin üçləri toplanılır. 9, 15, 24, 18 gələndə 42. 42 hardadır? D bəndində 40-cı testin cavabı da oldu D bəndi. Silirəm bunu da keçirik 41-ə. Deyir, otağın üzr istəyirəm. Otağın hündürlüyü 3 metr 20 santimetrdir. Bir dənə elə belə ev kimi çəkim ki, otaq evdir belə. Hə, otağın hündürlüyü ümumilikdə 3 metr 20 santimetrdir. Yəni belə 320-dir. 3 metr 320 yazıram da santimetr çevirin birbaşa. 1 metr 100 santimetrdir, 3 metr 300 santimetr, 20 də quyruğunda olur 320 santimetr. Bu otağın hündürlüyüdür. Sonra deyək tavandan pəncərəyə qədər məsafə. Yəni bir dənə pəncərə çəkək. Bu bizim pəncərəmizdir belə, güya. Tavandan pəncərəyə qədər məsafə. Yəni bax tavan bura deyil, bax burada. Buradan pəncərəyə qədər məsafə bu məsafə. Deyir nə qədərdir? 85 santimetr. Ha bura olsun 85. 85. Bax bu hissə 85-dir. Döşəmədən pəncərəyə qədər olan məsafə 1 metr 10 sm. Döşəmə bura deyil. Buradan da pəncərəyə qədər olan məsafə 110 sm-dir. Çünki 1 metr 10 sm, 1 metr 100 deməkdir. Bu da 10, 110 sm-dir. Həmən deyir ki, pəncərənin hündürlüyünü tapın. Yəni bax bu hissəni bir tapın. Bura x-dirsən, bura 85-dir, bura x-dir, bura da 110-dur. Bax bura. 85, x, 110. Bu üçünü toplayanda elə bütöv bunu 320-ni verməli deyil, 320 verməlidir. Təmlim hazırdır. Yəni 85 plus x plus 110 bərabərdir 320-yə. Burada x nəyə bərabərdir? 110 nəşbə çoxlanır 195. 320-dən də 195-i çıxanda 125 santimetr. Cavablarda 125 yoxdur çünki metrə çeviriblər. Hər 100 santimetr 1 metr deməkdir. Onda 100 santimetrin əvəzinə 1 metr yazaram. 25 santimetr də quyruğunda qalar. Hardadır 1 metr 25 santimetr? Burada B bəndində. 41-ci testin cavabı da oldu B. Keçdik 42-yə. Rəşid, Əli və Qasım şahmat oynayırlar. Bir-biri ilə 2 görüş keçirildi. Cəmi neçə oyun oynanılıb? Bunu müxtəlif üsulla həll edə bilərsiniz. Birincisi, biz öyrənmişdik n vur n çıx 1 bölü 2, n vur n çıx 1 düsturu. Burada n vur n çıx 1 düsturundan istifadə edirik. Çünki bölü 2-yə ehtiyac yoxdur. Çünki 2 dəfə keçirirlər. Əgər bunu öyrənmişsinizsə. Yəni 3 nəfərdirsə, 3 vurulsun 3 çıx 1-də, yəni 2. Neçə idi? 6. Sualımın cavabı 6. Bu əzbər üsuldur. Buna aid ehtimal məsələnin içində həll eləmişdik su kimi. Yaxşı, yadımdan çıxır və ya məntiq tutmuşsunuzsa məntiqlə gedirəm. 3 nəfər deyirlər, Rəşid, Əli, Qasım. Rəşid, Əli, Qasım. Bunlar bir-birini oynayırsa, deməli Rəşid Əli ilə oynamalıdır. Düzdür? Rəşid Qasımla da oynamalıdır. Düzdür? Rəşid kimlə oynayırsa, o da. Əli Rəşidlə onsuz da oynayır, Rəşid Əli ilə oynayanda. Əli Qasımla da oynamalıdır. Sonra 3 dənə olacaq, sən 6 tapdın. Çünki mənə deyiblər ki, bir-birinə 2 görüş keçirdi. Yəni belə olan halda hamısı bir-birinə oynayır. Amma Rəşid Əli ilə 2 oyun oynamalıdır. Rəşid kim idi? Qasımla 2 oyun oynamalıdır. Əli də Qasımla 2 oyun oynamalıdır. Yəni 3-ün 2-ni toplayanda gözünüz gələ 6 cavabına gəlib çıxırsınız. Düsturla da həlli bilməlisiniz. Bilirsinizsə və ya öyrənirsiniz, yadınızdan çıxırsa, ən azından məntiqi tutsanız özünüz də məsələnin içindən çıxa bilərsiniz. Y bəndi tapdıqda. 42-ci testin cavabı da oldu Y bəndi. Silirəm bunu da, keçirik 43-ə. Düzbucağının uzunluğunu 2 dəfə artırıb, n-ni 8 dəfə azaltsaq, düzbucağın sahəsi necə dəyişər? Düzbucağın sahəsi tapmaq üçün n-lə uzunluğu bir-birinə vurmurduq. Düzdürmü? Bax, n-i uzunluğa vuranda 2 üsul deyəcəm. Ədəd qoymaqla deyəcəm, normal məntiqlə deyəcəm. N-i uzunluğa vuranda hər hansı bir cavab alırlar da sahə. Məsəl üçün S. N-i budur, uzunluğu budur. A-nı B-yə vuranda cavabı tapırlar S sahəsi budur. İndi uzunluğu 2 dəfə artırıblar. Bax, biz bunu öyrənmişdik. Cəmin, qismətin, hasilinin dəyişməsi belə bir mövzu var. Bazı dərslərində öyrənmişik. MHM kitabında ədəd məsələnin içində də öyrənmişik. Yəni başlıqda hər hansı gedir. Yəni vurma əməlində vuruqların hər hansı bir neçə dəfə artırsan, cavab da həmin dəfə artır. Bunlardan hansı bir neçə dəfə azalsan, cavab da həmin dəfə azalır. İndi bizim sahəmiz S idisə,
Bunlar uzunluğu 2 dəfə artırıblarsa, onda mənim sahəm 2 dəfə artmalıdır, 2s olmalıdır. Eni 8 dəfə azaldıblarsa, onda mənim sahəm də 8 dəfə azalmalıdır. Bunu da bölürəm 8-ə. Vəssalam. Nə baş verir? 2 ilə 8 ixtisar gedir, burada 4 qalır. Cavab o s böl 4. Yəni əvvəl sahəm s idisə, o deyilənləri də sonra sahəm oldu s böl 4. Yəni ki, s 4 dəfə azaldı. Yəni 4 dəfə azalar cavabını götürürük. Bu bir həll. 43 oldu Y bəndi. İkinci həll neydi? Ədəd qoy da, ürəyin istəyən ədəd qoy. Ürəyin istəyən. Məsəl üçün, düzbucağın eni uzunluğu deyil. Eninə deyim, qoy yazıram bura. Eni olsun 16, uzunluğu olsun nə bilim 20. Belə olan halda sahə nəyə bərabərdir? Eni uzunluğa vuralım. 16, 20 vuralım. Sahə olur 320. Düzdür? Amma indi bu dilləri nə edəcəm? Deyir ki, düzbucağın uzunluğu 2 dəfə artırıblar. Yəni uzunluğu 20 deyildi. Bunu 2 dəfə artıranda olur uzunluğu 40. Enini 8 dəfə azaldılar. Enini 16 deməmişəm. 16 8 dəfə azalsam olacaq 2. Bu zaman sahə nə olacaq? 40 bölü 2 80. Sahə 80 oldu. Bayaq sahə neydi? 320. Nə oldu? Azaldı. Neçə dəfə azaldı? 320 8-də bölürəm. Görürəm ki 4 dəfə azalıb. Yenə də eyni cavaba gəlib çıxıram. Yəni 43-cü testin cavabı oldu. Y bəndə hər iki üsulu yada saldım. Bunların hamısını öyrənmişik ya. Biz qarışıq məsələlərdə artıq təkrar edirik əslində. Amma mən yenə də detallara girəm ki, yadınıza düşsün. Bax 44-ünü bunu daha sürətli gedərik. Düzbucağın enini 2 dəfə azaldıb, uzunluğu 4 dəfə artsaq, onun sayısı necə dəyişər? Bax, birbaşa. Birinci sondan gəlirəm ki, deyirəm ki, A vur B bizə sahəni verirsə, enini 2 dəfə azaldı, yəni vurğulardan birisini 2 dəfə azaldılarsa, onda mənim sahəm də 2 dəfə azalır. Uzunluğu 4 dəfə artırıblarsa, onda mənim sahəm də, yəni cavabım da 4 dəfə artır. Yəni 2 dəfə azaldıblar, bu da 2 dəfə azalır. 4 dəfə artırıb, onda vur 4 burada yazırıq. Yəni sahə də belə dəyişir. 2 ilə 4 ixtisar gedir, nə qalır burada? S, 2 qalır. Yəni cavab oldu 2S. Əvvəl sahə S idi, ondan sonra nə oldu? 2S oldu. Yəni nə oldu? S-im 2 dəfə artdı. 2 dəfə artaraq cavabı hardadır? Y bəndində. 44-cü testin cavabı da oldu Y bəndi. Və ya ədəd qoymaqla bayaq kimi həll edə bilərsiniz. Ədədlər də qoyum rahat olsun sizə. N ilə uzunluq deməklər. N uzunluq. Sadəcə ədədləri qoyanda bir dənə baxıram ki, azalan hissəsi bana nədir? 2 dəfə azaldı. Görə ki, elə ədəd yazmış ki, 2 dəfə azalmaq rahat olsun da mənim üçün. N-də deyirəm elə 4, 4 2-yə tam dönür. Uzunluq ədədim lap elə 6. Bu udur ya. Belə olan halda sahə nə olur? 24 olur. 4, 6, 24. Çünki eni uzunluğa vururlar da. Yenə düzbucağı eni 2 dəfə azaldıblar. Enimiz 4 deyildi. 2 dəfə azaltsaq olur 2. Uzunluğu 4 dəfə artırıblar. Uzunluğumuz 6 deyildi. 6 idi. 4 dəfə artırsaq olur 24. Bu zaman sahə nə olur? 2-ni 24-ə vuram 48. Əvvəl sahə 24-dür. O deyilənlər yerindən sonra sahə 48 oldu. Nə oldu? Artdı. Neçə dəfə? 2 dəfə. Çünki 24-ü 2-yə vuranda 48. Yenə də eyni cavaba gəlib çıxırsınız. Keçdik 45-ə. Aşağıda 45. Ailədə təzə doğulan uşaq qız olarsa, qızlarla olan sayı bərabər olar. Rahat oxusun, bu cümləni çox rahat başa düşürsən. Nə var? Burada ailədə deməli qızlar da var, oğlanlar da var, düzdür? Və cümləyə bax, deyir təzə doğulan uşaq qız olarsa, qızlarla olan sayı bərabər olar. Deməli normalda oğlan sayı bir nəfər çoxdur ki, məsələn biz onlarıq, bir də qız bacılarımız var da, qızlar. Bir dənə də qız olsa bizimlə bərabər olar. Deməli biz onlarda bir nəfər çoxuq da. Onlara bir dənə də qız gəlsə, bir dənə də qız da olsa bərabərləşir. Deməli oğlanlar qızlardan nə deyir? Bir vahid çoxdur. Bu cümlə onu demək istəyir. Yəni qızların sayını x desək, oğlanların sayı əslində x plus 1-dir. Çünki bir dənə də qız da olsa, x plus 1 olsa bərabərləşirik. Başa düşdünüz? Sonra deyir ki, oğlan olarsa, normalda say budur ya, şərt qoyur. Deyir ki, doğulan adam oğlan olarsa doğulan uşaq. Yəni oğlan sayı x plus 1 deyil, x plus 1. Bir dənə də oğlan doğulsa, onda bunların sayı plus 1 də artır da. Yəni nə olur? X plus 2. Yəni bir nəfər doğulsa, oğlanın sayı x plus 2 olur. Qızların sayının işi yoxdur ki, oğlan doğuldu. Qızların sayı ilə x yazdım bura. Oğlan sayı bu olur o zaman. Bir dənə oğlan doğulsa x plus 1, bir dənə artı x plus 2 olur. Qızların sayı dəyişmir çünki qız doğulmayıb. Deyir, əgər oğlan olarsa, oğlan sayı qızların sayından 3 dəfə çox olar. Yəni bunlar bir-birinə bərabər deyil hal-hazırda. Oğlanlar 3 dəfə çoxdur, qızlar onda 3 dəfə azdır. Onda bu 3 dəfə azı 3 dəfə artırmalıyam ki, gəlsin bərabərləşsin və tənliyim yaransın. Bu 3-dür belə. Və salam. X bura çıx, x kimi keçir, 3x-dən x çıxanda 2x qalır, bərabərin sonundakı 2 necə var qalır. 2 vur x 2 isə x nəyə bərabərdir? Hasil digər burada 2-ni 2-yə bölürəm, cavab olur 1. X-imi tapdım 1. Yəni qızların sayı 1 nəfərdir, oğlanların sayı x yerine 1 qoysam 1 üstə gəlir 1 2 nəfərdir. Əslində budur ya. Bu şərtdir. Doğularsa burada götürüb qoymayın yerinə. O şərtdir. Oğlan olarsa, qız olarsa, əslində olan budur. Bir qız var, 2 oğlan var. Bax bir dənə qız doğulsa, doğrudan da olacaq qızların sayı 2 nəfər. 2-2 bərabərləşəcək şərtdə kimi. Oğlan olarsa oğlanın sayı olacaq 3 nəfər, ya qızlar da 1 nəfər, daxil oğlanlar qızlardan 3 dəfə çox olur. Çünki 3 birdən 3 dəfə çox. Yəni şərtimizi hər tərəfə ödəyir. Sual bu ki, ailədə neçə oğlan var? Oğlanların sayını 2 tapmışıq. 2 hardadır? D bəndində. 45-ci testin cavabı da oldu D bəndi.
Silirəm bunu da, keçirik 46-ya. Deyir 10 alçanın kütləsi 3 limon və 1 almanın kütləsinə bərabərdir. Belə məsələdə yazın. Nə deyib? 10 alça nəyə bərabərdir? 3 limon və 1 almaya. 3 limon plus 1 alma. Yəni 10 alça bərabərdir 3 limon plus 1 alma. Sonra deyir ki, 6 alçanın və 1 limon kütləsi 1 almanın kütləsinə bərabərdir. Yazıram. 6 alça üstə gəlinə 1 limon. 1 limon. Nəyə bərabərdir bunların kütləsi? 1 alma kütləsinə bərabərdir. Bərabərdir 1 alma. Yazdım, bu digərləri yazsan sadəcə. Çətin bir şey yoxdur ki burada. Suala bax, deyir, neçə alçanın kütləsi 1 alma kütləsinə bərabərdir. Bax, alça ilə alma arasındakı əlaqəni soruşur məndən axırda. Alça ilə alma lazımdır mənə. Bunlar arasındakı əlaqə. Deyirəm, bu limonu aradan çıxarda bilsəydim, işim mənim rahat olardı. Deyirsən ki, problem yoxdur, çıxartlardım. Deyirəm, necə çıxartacaq? Çünki limon olmasa, taparam da 2 alma, neçə alma, neçə limona, daha doğrusu, neçə alma, neçə alçaya bərabər onu taparım. Çünki alça ilə alma arasındakı münasibət mənə lazımdır. Yəni, 3 nəfərik, bizim ikimizin arasındakı münasibət sizə lazımdır. Amma bir nəfər də artıq var. Bunu üst-üstə getsin ki, görək bizim ikimizin arasındakı münasibət nədir? Həmin bu artıq limonu yoxa çıxartmaq üçün sistem təhlükdə olduğu kimi. Birincisi, sən buradan belə eləyə bilərsən. Bax, bu 1 almanı at bura. Bax, baba göstərirəm. Bu bərabərin sağındakı plus 1 alma, sağdan sonra çıx 1 alma kimi keçir. Bax, yazıram, 10 alça ilə işim yoxdur, 10 alça. Çıx, bu bura gəldi, 1 alma, 1 alma. Nəyə bərabərdir? 3 limona. Çünki bax, 10 alça, çıx 1 alma, bərabərdir 3 limon. Limon yerində qaldı. İndi, bunu da at bura, limonu at o yüzden. 6 alça çıxılsın. 1 alma, gəldi burada 1 alma. Bərabər nəyə? 1 limon da soldan sağa gəlir, mənfi 1 limon olur. Düzdür? Deyirsən, mənfi mənə çaşdırır. Axı, deyirəm, mənfi səni çaşdırırsa, onda hər iki tərəfi mənfiyə vur. Hər iki tərəfi mənfiyə vur. Onda nə olacaq? Mənfi 1 limonu mənfi 1-ə vuranda olacaq müsbət 1 limon. Sən istəyən müsbət olsun da. Burada da mənfiyə vuranda, bir də bunu silimdə, 6 açıq 1 alma olacaq, 1 alma çıx 6 alça. Yerləri dəyişəcək də 1 alma çıx 6 alça. Alça. Ümid edirəm başa düşürsünüz nə demək istədiyimi. Əlavə sistem təhlükə kimi belə bir şey yaranır. Mən istəyirəm ki, limonlar yoxa çıxsın. Onda bax bunun burada 3 limon var da. Mən istəyirəm burada 3 limon olsun ki, sonra alta çıxanda bu limonlar yoxa çıxsın. Onda bərabərin sonunda sağını da 3-ə vururam. Daha çox yer tutmasın deyə burada vuracağam. 3'e vuranda 1 alma olur 3 alma. Çünki 1 3'e vuranda 3 eləyir. 6 3'e vuranda 18 eləyir. Oldu 18 alça. 1 də 3'e vuranda olur 3. Şimdi alt alta çıxacağam. Bax. 10 alçadan çıxanda 18 alçanı. 18 alçanı yox, mənfi 18 alçanı. Harada göstərirəm. Bax 10 çıxılsın mənfi 18. Nə olur? 2 dənə çıxmayan ben onu üstə gəl çevirir də. Yəni 10 çıxılsın mənfi 18 olur 10 üstə gəl 18. 2 dənə çıxma üstə gəl çevirir. Yəni ki olur 28 alça. 28 alça. Mənfi 1 almadan da bura 3 yazmışam. 3 almanın çıxanda nə olacaq? Mənfi 4 alma. Onu da göstərəm. Mənfi 1-dən çıxanda 3-ü, müsbət 3 daxil. Mənfi 1 çıx 3. Altda çıxanda olacaq mənfi 4. Yəni mənfi 4 alma. 3 limonu çıxanda olur 0. Limondan canım qutardı. Limonlar yoxa çıxdı. İndi 28 alça qalır yerində. Mənfi 4 alma soldan sağa keçir. Müsbət 4 alma kimi. Hər iki tərəfi 4-ə bölsəm, 28 4-ə böləndə 7 alça bərabər 4-ə 4-ə böləndə hələ 1 alma. Və sən buradan tapdın ki, 1 alma 7 alçaya bərabərdir. Bizdən onu soruşur ki, neçə alçanın kütləsi 1 almanın kütləsinə bərabərdir? Və 7 alça 1 almaya bərabərdir. Cavab olur A bəndi. Mənə elə gəlir ki, bu sizə biraz çətin görsəndi. Çətin hansı gələ bilər ki? Burası çətin 4. Burası necə var yazdınız. Oxuduğu yazın da. Bax, nə demişdim onu yazdım sadəcə. Bunu hamınız eləyə bilərsiniz. Burada lazım olmayan atın qırağa. Sualcısa alça ilə almanı soruşursa limonu qırağa atmaq lazımdır. Ona görə bax alça ilə alma bir tərəfə saxdım, limonu atdım bir qırağa. Bax burada başa düşdünüz? Yəni alça ilə alma atdım bir qırağa, limonu atdım sağa. Burada həmçinin alça ilə almanı sola yığdım, limonu atdım sağa. Göz bax, bu çıx bir alma kimi keçmişdi bura. Bu da bu cür keçmişdi. Sadəcə burada mənfi isə süz saçdıra bilər. Bərabərin hər iki tərəfi mənfi 1-ə vurmağı da yəni bilirsiniz, ondakı bazı dərsini öyrənməlisiniz. Vuranda bu formaya düşür. Sonra burada 3 limon idi, burada 1 limon idi. Limonlar yoxa çıxsın deyə bunu da 3-ə vurdum ki, bu da 3 limon olsun. Sonra alt-alta çıxım, solla solu, sağla sağı sistem tənliyi birləmə əsasında
Bunlar sıfırlansın və samba. Bunlar gedəndən sonra görürsən nə qaldı? 28 artı çıx 4 alma bərabərdir 0. Sonra 4 almanı atdım bu üzrə. 28 artı bərabər 4 alma, 7 artı bərabər 1 alma. Artıq bunlar arasındakı münasibəti görə bildim. O bizə mane olan limonu bayıra atmaqla. Ümid edirəm başa düşdünüz. Yəni də başa düşmədiniz bir hissə olsa WhatsApp-da yazıb mənə sual verin. Bunu bir kim başa düşə bilməz? 1. Mənfi ədədləri mənfi vurulmasında zətdə çalışan adam. 2. Sistem təhlilin həlli qaydasını yaxşı bilməyən adam. Amma belə çətin bir şey yox idi. O bazı dəstələrimiz zəifsə, zəif başa düşə bilərsiniz. Onu da mütləq şəkildə möhkəmləndirməlisiniz də. 47-ci test nə deyir? 4 yoldaşdan birincisinin 16, ikincisinin 15, üçüncüsünün 14 alması vardır. Dördüncünün alması yoxdur. Gəl yazaq. Bax, 4 dənə yoldaşdır. Birincinin neçə şey var? 4 alması, hə? Yox. 16. İkincinin 15 alması var. Üçüncünün 14 alması var. Dördüncü də 0 alması var. Yoxdur da, heç yoxdur. Bunlar birlikdə bu almaları bərabər olmalı yeyirlər. Deyirəm, bir dəqiqə. Bərabər yeyirlərsə, 16 üstə gəl, 15 üstə gəl, 14. Neçə eləyir? 35. 45. 16, 14, 30, 15, 45. Yəni bizim ümumilikdə 45 almamız var. 4 nəfərik. Və bunu bərabər bölmək istəyir, təbii ki, nə etməliyik? Burada göstərirəm. 45-i bölməliyəm 4-ü, görək hələmizə nə qədər düşəcək. 45-i 4-ə bölünə cavab olacaq 11,25. Yəni hələmizə 11,25 alma düşməlidir. Yaxşı, buradan bu aydındır. Bunu siləm ki, yer tutmasın. Yəni ümumilikdə 45 alma var, 4-ümüzə bir yerdə. 3-ümüzün alması var, birinin yoxdur, amma biz 4-ümüzə bir yerdə bərabər bölükdə almaları qoyuruq 3-ümüz ortaya. Görək neçə dənədir? Bölük 4-ə, dedik ki, hələmizə bərabər düşsün də. Yəni 45 almamız var, böldük 4-ə, hələmizə 11,25 düşəcək. Bax, bunu silirəm. Yadda salın, hələmizə 11,25 düşməlidir. Bax, 11,25 birinci yeməlidir. 11,25 ikinci yeməlidir. Üçüncü də 11,25 ilə alma yeməlidir. Dördüncü də 11,25 ilə alma yeməlidir. 45-i 4-ə bölməklə tapdıq. O da bizə deyir ki, axırda alması olmayan qalan üçündə 90 manat pul verdi. Bax, bu alması olmayan var, 0 bu. Bu, götürüb 90 manat pul verib onlara. Nə verirsiniz ya? Bu niyə onlara 90 manat pul verir? Çünki onlar buna alma verdiyi üçün. Dərsini sizə verib, bunun versinə deyil. Siz deyil, mən 11,25 dənə, 11,25 dənə alma verirsiniz. Mən də sizə gələ 90 manat bu əvəzində pul verirəm. Onda bir almanın neçəyə başa gəldiyini çox rahat tapa bilərsiniz. Çünki, bax, kəsirlə ölçüsü saçırsa normal deyəndə 10 dənə də görə. Deyirəm, 10 da alma vermişsiniz mənə, gələ mən də sizə 90 manat pul verirəm. Deməli ki, onda bir alma neçəyə düşür? 9 manat. Yəni 90-ı 10-a bölərsiniz. Yəni pulu bölərsiniz almanın sayı. Burada 90-ı 11,25-ə bölməlisiniz ki, görəsiniz bir alma neçəyə başa gəlir. 90-ı da 11,25-ə böləndə cavab 8 edir. 88, o da 2, 90, düzdür. Bu da bazı dəstələrdə bilməlidir, bölməməli, onluq kəsirə bölməli. Tapdıq ki, bir alma deməli 8 manata başa gəlir. Bir alma 8 manatdır dəyəri. İndi sual budur ki, onlardan hər birinə neçə manat düşür? Deyirəm, bax, birinciyə görə nə qədər pul düşür? Bu 90 manat verir, bax, o 90 manat bölünür də, üçünə də. Bu 90 manatın bir hissəsi buna çatır, bir hissəsi buna, bir hissəsi buna. Bu oğlan, bu 0 olan. Onların almalarından götürüb yediyi üçün 11,25 alma düşür dərsindən. Onların almasından götürüb yediyi üçün bu 0 idi axı. 90 manat verib onu. Bu 90 manatı öz arasında bölüşdürməlidirlər. Necə bölüşdürürlər? Deyirlər ki, bu 0 olan hər alma üçün 8 manat pul verir. 11,25 alma verməmişik biz ona. 90 manat veribsə hər alma 8 manata başa gəlir. Düzdürmü? Deyirlər, bəli. Birinci deyir ki, mən 16 almam var idi. Hələmizə 11,25 düşür də. 11,25-ini özüm yemişəm. Yəni 16-dan çıxır 11,25-i. Burada cavab alınır 5, 4,75. Deməli, mən o 0 olan oğula 4,75 ilə alma vermişəm. Başa düşdünüz? Bax, mənim 16 almam var idi. Hələmizə 11,25 düşürsə, mənə də 11,25 düşüb. Mən 16 ola 11,25 yemişəm. Deməli, mənim 4,75 ilə çıxanda almam yoxa çıxıb. Hara yoxa çıxa bilər ki? Bu 0 ona vermişəm də. Deməli, o 90 manat ki verməyib, hələ 8 manat da axı. Mən də ona bu qədər alma verdiyim üçün bunu vuracağım 8-ə, deyəcəm o 90 manatdan o qədərsə mənə çatır. Yəni 4,175 8-ə vuranda mən şifayə geçsəm 32, bu da 6, 38. Deyir ki, 38 manat mənə çatmalıdır. Deyir ki, yaxşı gəl, 38 manatı da götür. İkinci də deyir ki, mənim 15 dən almam var idi, 11,25-ni özüm yemişəm. Çünki hamımıza bərabər düşürdü 11,125, 11,125, 11,125. Məndə 15-dən çıxan 11,25-i 3,75-i yoxdur. Nəsə yoxdur? Çünki mən ona vermişəm. 0 olana. O 90 manat verdiyi puldan mənə də çatır. 3,75 alma vermişəm. Hər alma üçün o 8 manat veribsə, onda 3,75-i vururuq 8-ə, 24 oldu, 6, 30. Deyir ki, 30 manat da mənə çatmalıdır. Digəri deyir ki, mənim 14 almam var idi də üçüncü.
Mən də hamı kimi 11,25 imişəm. Onda məndə neçəsi yoxa çıxıb? 14-dən çıxıb 11,25-i 2,75. 2,75 almamı vermişəm o 0 olana. Hər alma 8 manat verirsə o kişi mənə də versin də. 2,75-i 8-ə vuranda 16, o da 6, 22. 22 manat da mənə çatmalıdır. 38 birinə, 30 birinə, 22 birinə. Bax, toplam 90 edir də. O 90 manatı bu cür aralarında bölürlər. 38, 30, 22. Arada da D bəndində. 47-ci testin cavabı da oldu. D bəndi. Keçdik 48-ə. Bu çox asan sual oldu. Ondan sonra bu ümumiyyətlə çox asandır. 47-ni D tapdıq. Keçdik 48-ə. Ne deyir burada? A bölü 11, B bölü 9 olası aşağıda hansı doğrudur? Biz bunu öyrənmişdik də. Demişdik ki, bölmə şəklində olanda böyük ədədin qabağındakı, burada böyük ədəd bu 4-dür. Burada ən böyük ədəd hansıdır? 15-dir, düzdür? 9, 11, 15. Böyük ədədin qabağındakı hərf ən böyüdür. Yəni bunun arasında ən böyük C-dir. Çünki 9, 11, 15 arasında ən böyük C olursa ən böyük C-dir. Ən balacası, bunlar balacadan böyük düzüblərdir. Qoy mən də balacadan başlayayım. Bunun arasında ən balacası 9 olduğu üçün 9, 11, 15. Deməli, ən balası hələ B-dir. Ən böyüyü C-dir. Ortaya düşəni A-dır. Deməli, belə olmalıdır. B, A, C. Haradadır B, A, C? D bəndində. 48 oldu D bəndi. Bu bir həll. Bölmədə biz demişdik ki, çox rahatdır. Ne demişdik bölmədə? Tezdən deyirəm. Bölmədə hansı ədəd böyüdürsə, onun qabağındakı hərf də böyüdür. Hansı ədəd kiçiksə, ən kiçik 9-dur. Onun qabağındakı hərf də ən kiçik sayılır. Əzbər yoldan əlavə də normal. Bax, məsələn, buranın cavabı istəsən 1 eləsin, A-nın yerinə onda 11 qoyması. Çünki 11 11 bölündə 1 edir. Buranın cavabı 1 eləyibsə, onda bu da 1 olmalıdır, bu da 1 olmalıdır. Çünki bunların üçü də bir-birinə bərabərdir. Bərabər qoyacaqsın. Onda B-nin yerinə qoymalısınız 9, çünki 9 9 bölündə 1 edir. C-nin də yerinə qoyması 15, çünki 15 15 bölündə 1 edir. Yəni üçünün də cavabı 1 eləsin istəyirəmsə, yəni bir-birinə bərabər olsun deyirəmsə, biri 11, biri 9, biri 15 olur və burada özün də görürsən ki, 15 9-dan 11-dən böyüdür. Yəni ən böyüyü C olmalıdır. Ən kiçiyi B 9-dur. Ən kiçiyi B olmalıdır. Ortasına da A düşür. Yəni 11 olan 5 sal. Yəni bu üsulla da gedə bilərdim. Bunları da hamısını öyrənmişik. Keçdik 49-a. Azalan, çıxılan və fərqin cəmi 24-dür. Azalan qiymətini tapın. Çox asan sualdır. Biz çıxma əməlindən öyrənmişdik. Çıxma əməlində birinci olurdu azalan, çıxılsın, ikinci olurdu çıxılan, düzdür. Cavabı dedik fərq. Bu hamısı bir üstüdə azalan, çıxılan fərq. Və sən buradan bilirsən ki, bu qaydadadır ki, azalanı tapmaq üçün çıxılanla fərq toplanılır. Çıxılanla fərq toplanılırdı. Düzdür? İndi o deməlidir ki, azalan, çıxılan və fərqin cəmi. Bax, fikir verin, yazıram. Azalan, üstə gəl, çıxılan, üstə gəl fərq. Yəni bunların üçünün cəmi nəyə bərabərdir? 24-ə. 24-ə. İndi sən buradan baxanda görürsən ki, bu azalan işim yoxdur. Bu çıxılan üstə gəl fərq var. Bax, çıxılan üstə gəl fərq. Nəyə bərabərdir? Əslində elə azalana bərabər deyil. Çünki azalan nəyə bərabər? Çıxılan üstə gəl fərq. Yəni bunu silib hələ bunun yerinə azalan yaza bilərəm. Çünki azalan ilə çıxılan üstə gəl fərqə bərabərdir. Azalanla azalana toplayanda 2 dənə azalan eləmir. Bərabərdir 24-ə. Onda azalan nəyə bərabərdir? 24-ü 2-yə böləcəm 12. Bəs mən də onu soruşub da. Azalan qiyməti tapın 12. 49-cu testin cavabı da oldu C bəndi. Silək bunda keçək 50-yə. Düzbucaqlı paralellepipedin oturacağı 0,13 metr olan kvadrat. Təbii şəklini çəkməyə ehtiyac yoxdur əslində. Çəkirəm ki, sadəcə süz də görəsiniz. Düzbucaqlı paralellepipeddir. Oturacağı kvadratdır. Çəkim belə. Yenə şəkilə ehtiyac yoxdur. Söz şəkil çəkə bilməm, heç ehtiyac da yoxdur. Mən sadəcə çəkirəm ki, fikrimi sizə izah edə bilim. Bax, bu düzbucaqlı paralellepipeddir. Və deyir ki, onun oturacağı o tərəfi 0,13 metr olan kvadratdır. Bax, bu onun oturacağı deyir. Bura əslində kvadratdır. Yəni burası 0,13 metrdir, burada 0,13 metrdir. Yəni kvadrat bu tərəflər bir-birinə bərabərdir axı. Deyir ki, paralellepipedin hündürlüyü 10 metrdir. Burada 10 metrdir. 10 metrdir. Deyir həcmini tapın. Həcmi tapmaq üçün düzbucaqlı paralellepipedin həcmini tapın. A vurulsun B vurulsun C. Yəni en uzunluq hündürlük. Gələ bax bu en nədir? 0,13. Uzunluq nədir? 0,13. Hündürlüyü nədir? 10. Və salam. 0,13 vurur 0,13 vurulsun 10. Neçə edir? 0,13'ü ona vuranda edir 3. 3'ü də 0,13'ü vuranda olur 0,9 kub metr. Cavab A bəndi. Əslində burada olunan sual belə düzgün qoymalıdır ki, paralellepipedin hündürlüyü 10 metr varsa həcmi neçə kub metrdir? Biz də tapmalıyıq 0,9 kub metr gedib 0,9 cavabını götürməliydik. 50-ci testin cavabı da oldu A bəndi. Çətin sual deyildi bu da. Keçdik 51-ə. Aralarındakı məsafə 600 kilometr olan 2 zamanı da baxdım. Aradakı məsafə 600 kilometr olan iki şəhər arasındakı yolu motosikletçi 40 km/saat sürətlə getməli idi. Motosikletçi 360 km getdikdən sonra yolda 2 saat dayandı. O getdiyi şəhərə vaxtında çatmaq üçün qalan yolu hansı sürətlə getməli idi? Bax,
Vəziyyəti başa düşməyə çalış. Aradakı məsafə 600 kilometr olan iki şəhər arasındakı yol məhdudluğu 40 kilometr saat sürətlə getməli idi. Onda deməli bu neçə saat çatmalıdır? 600-ü bölürəm 40-a. Çünki hər saatda 40 gedir. 600-ü getməlidir. 600-ün neçə dənə 40 var? 15 dənə. Deməli 15 saatda. Deməli normalda bu 15 saata çatmalı. Yəni 40 sürətlə 600 km getməyi nəzərdə tutmuşam və mən bilirəm ki, mən 15 saata çatmalıyam. 15 saata mütləq çatmalıyam buradan ora. Bu o deməkdir. Sonra deyir ki, motosikletçi 360 km getdikdən sonra 1 dəqiqə 360 km gedirsə neçə saat yol gedir? 360-ı bölərəm 40-a. Çünki hər saat 40 gedir axı. Deyir, bax mənim sürətim 40-dır. 360 40-a bölürəm. Təbii ki, aha 9 saat yol gedir bu. 9 saata 360 km gedir. Sonra yanıb 2 saat dincəlib. Yəni 9 saat vaxtı getmişdi 360 km getmək üçün. Və 2 saat sonra dincəlib 11 saat. Yəni 11 saat keçib, 11 saat keçib. Amma bu hələm 360 km yol gedib. 9 saat 360-ı gedib, 2 saatda dincəlib. Yəni 11 saat gedib. Bu hələm 360 km yol gedib. İndi deyir ki, o getdiyi şəhərə vaxtında çatmaq üçün. Sən 11 saatın gedib, sən də 15 saatı çatmalıydın da. 11 saatın gedib, neçə saatın qalıb? 15-dən 11 çıxdın, mən 4 saat vaxtım qalıb, 2 saat dincəlməmişdim. Rəsk mən 4 saat vaxtım qalıb. Yolun nə qədər qalıb? 360 gedibsən də sən hələ. 600-dən 360, 600-dən 360-ı sıxıram. 240 kilometrdə yolum qalıb. Deyirəm, mənim 4 saat vaxtım qalıb, 240 kilometr isə yolum qalıb. Mən indi hansı sürətlə getməliyəm? Onda 240-ı bölərəm 4-ə də. 240-ı bölərəm 4-ə. Deyirəm ki, mən hər saatda 60 sürətlə getməliyəm ki, 4 saat 4-dən 60 240-ı gedib. Yəni ki, yerin vaxtında çatım. Çünki 4 saat vaxtım qalıb. Deməli bunun sürəti nə olmalıdır? 60. Mən də elə onu soruşacağam. O getdiyi şəhərə vaxtında çatmaq üçün qalan yolu hansı sürətlə getməlidir? Qalan yolu 60 sürətlə getməlidir. Cavab olur Y bəndi. 51-ci testdə oldu Y. Keçək digər məsələmizə. Keçdik 52-yə. Deyir, məktəb həyətinin uzunluğu 125 metr, eni isə 40 metrdir. Tərəfi 50 sm olan kvadrat örtükdən neçə dənə lazımdır ki, məktəbin həyəti tam örtülsün? Bax, bu məktəbin həyətidir. Bu haqqında bilirsiniz də. Bunun içində kvadrat örtüklər düzəcəklər. Belə də, indi mən hələ belə çəkəndə çoxlu. Nə qədər lazımdır soruşur. Bu tiplərdən çox eləmişik və demişdik ki, belə sualında nə edirdik? Böyük fiqurun sahəsini tapırdıq. O içinə qoyacaq bazı fiqurların sahəsini tapırdıq. Sonra böyük fiqurun sahəsini, balaca fiqurun sahəsinə bölürdük. Tapırdıq ki, ora neçə dənə yerləşər balaca fiqurdan. Və salam. İki dənə sahə tapıb bir-birinə bölməliyik. Başlayaq indi. Birincisi, ən kiçik ölçü vahidim santimetr olduğu üçün bunları indidən santimetr çevirəm. Bu 125 metr idi də, düzdür? Uzunluğu 125 metrdir də. Bunu santimetrə çevirsəm, olacaq 12500 santimetr. Çünki 1 metr 100 santimetrdir. 125-i də 100-ə vuranda 125 metr olur 12500 santimetr. Bu məktəbin eni də 40 metrdir. 40 metr. Onu santimetrə çevirsəm olacaq 4000 santimetr. Çünki 40-ı 100-ə vuranda 1 metr 100 santimetr 4000 santimetr olur. Onda bu böyük həyətin sahəsi nə qədər olacaq? Eni uzunluğa vuram. Yəni 4000-i vuram 12500-ə. Bu sıfırlar bizi yormasın. Sən 4-ü 125-ə vur. 4 vur 125 neçə edir? 1000. Düzdür? 4-ü 125-ə vuranda edir. 1000 nə idi ya? 825-ə vuranda nə edir? 4-ü 125-ə vuranda olur 500. Üzr istəyirəm. 500. İndi 4-ü 125-ə vurdum 500 aldım. Amma burada 3 0, burada 2 0 qalıb. Bax 5 0, yəni 3 2, ikisi 5 0-da yanına yazmalıyam. 1 2 3 4 5. Ümumiyyətlə 7 0 oldu. Tapdım ki, məktəbin həyətinin sahəsi bax bu qədərdir. İndi bura nə edir? Tərəfi 50 sm kvadrat örtüklər düzürlər. Bunda tərəfi 50 sm. Bunun sahəsi tapmaq, kvadrat sahəsi tapmaq üçün nə edirdik? 50-ni 50-yə vururduq da hələ. Düzdür? Çünki eni uzunluğu eyni şeydir axı. Yəni 50-nin kvadratı. 50-ni 50-yə vuranda cavab olur 2500. İndi mən nə etməliyəm? Bax, böyüyün sahəsini, kiçiyin sahəsinə bölməliyəm. Yəni 5 neçə dənə sıfır var? 1 2 3 4 5 6 7 dənə sıfır var. 1 2 3 4 5 6 7 dənə sıfır. Bunu bölməliyəm 2500-ə. Rahat olsun deyə birincisi 2 dənə sıfır buradan, 2 sıfır buradan silirəm. 25. 50-ni 25-ə böləndə cavab neçə edir? 2. Bura cavabı yazdım. 50-ni 25-ə böldüm 2. Bu sıfırları da yanına yazıram. 1 2 3 4. 4 dənə sıfırı yanına yazıram. 1 2 3 4. Deməli mənə 20.000 dənə örtük lazımdır. O da D bəndindədir. 52-ci testin cavabı da oldu D bəndi. Silirəm bunu, keçirik 53-ə. Bir məchul ədədi 12-yə böldükdə qismət və qalıqda eyni ədəd alınır. Bu ədəd ən çox neçə ola bilər? Bunu da su kimi öyrənmişik. Qalıqlı bölmə mövzusunda. Bir məchul ədədi 12, bir məchul ədədi neysə bölündə, bax bunu görəndə ki, qismət və qalıqda eyni ədəd alınır, düsturlar yadı salaram. Ən kiçiyini tapmaq üçün A plus 1 idi. Ən böyüyünü tapmaq üçün düsturumuz nə idi? A kvadrat 1 idi. Bu şərti ödəyən. Aradakiləri tapmaq üçün A plus 1-i özü qədər artırırdıq. Bax deyəcəm.
Və bir məsələdə 12-yə böldükdə qismət qaldı eyni ədəd alınır deyirlər ha. Bu şərti ödəyən ən kiçik ədəd bax 12-ni götürüb qoyuram burada yerinə də. 12 + 1 neçədir? 13-dür ən kiçiyi. Ən böyük bəs nədir? Ən böyüyünü tapmaq üçün yəni 12-ni götürüb burada yerinə qoyuram. 12 kvadratı 144 çıxır 143-dür. Ən böyüyü də 143-dür. Bizdən hələ ən böyüyünü soruşub. Cavab olur D bəndi. Bundan sonra kimi öyrənmişik qalxıb bölmədə. Yəni heç bunlara yazmaq ehtiyac yoxdur. Birbaşa baxan kimi mən bilirəmsə 12 kvadrat çıxır 143 cavabını bilməliyəm. Prosta mən yada salmaq üçün deyirəm. Ən kiçik deyəndə üstünə 1 gəlirəm, ən böyük deyəndə kvadratından 1 çıxıram. Aradakıları tapmaq üçün də 13-ün özü qədər artır gəlirəm. Yəni 13-ün 13 gələn neçədir? 26. Sonra bu şərti ödəyən 39-dur. Sonra üstünə 13 gəlirəm 52-dir. Sonra 65-dir. Sonra 78-dir. 78. Sonra 91, sonra 104, üstünə 13 gələm, 117, 13 gələm, 130, 13 gələm, 143. Yəni bax aradakılar da bunlardır. İndi bizə bunlar lazım deyil onsuz da. Mən hələ belə göstərdim ki, biraz söz yada salıram tezdən. Qalğı bölmədə biz onu öyrənmişdik. Qismət və qalğıda eyni ədəd alınsın istəyirsə, ən kiçiyi A + 1, ən böyüyü A kvadrat çıxıb 1 idi. Ortada qalanlar hansılardır? Ən kiçiyini özü qədər artıra gəlirəm, ən böyük sırada dayanırdım. Məsələn, bunları da yada salmış olduq. Keçdik 54-ə. Kimin boşluğu varsa, həmişə demişəm, daha doğrusu keçən videoda demişdim ki, bu təkrar dərslərdə üçündür. Boşluğu hissədinsə o mövzuya qayıtmalısan. Keçdik 54-cü suala. Deyir ki, uzunluğu 150 metr olan qatar 20 km/saat sürətlə bir tunelə girir. Qatar bu tuneli 3 dəqiqədə keçir. Tunelin uzunluğunu tapın. Qatar tunel məsələsi görən kimi yadımıza nə düşür? Öyrənmişik ya, qatar tunel məsələsində gedilən yol, keçərkən gedilən yol nəyə bərabərdir? Qatarın uzunluğu üstə gəl tunelin uzunluğuna. Bunu unutma. Əla. İndi bizə deyib ki, uzunluğu 150 metr olan qatar. Qatarın uzunluğu verib bizə 150-dir. 150. Tunelin uzunluğunu bilmirəm. Axırda mənə onu soruşur. Amma bir də bunu verib ki, gedilən yolu mən tapa bilərəm. Bax, gedilən yolu necə tapa bilərəm? Yol. Çünki yolu S tapmaq neydi? V-ni T-yə vururuq da. Yəni V-miz budur, T-miz budur. Bax, sürəti 20-dir, zaman 3 dəqiqədir. Yəni V-ni T-yə vurmalıyam. Yəni 20 km/saatı vurmalıyam 60-da 3. O 60-da 3 oradan çıxır Rasim. Çünki bu km/saatdır. Görək bunu da saat çevirim. 3 dəqiqəni saat çevirəndə dəqiqəni saat çevirəndə dedik 60-a böl. Yəni 3 böl 60. Yəni 3 dəqiqə əslində 60-da 3 saat deməkdir. Yəni km/saat yox, saata vurasan axı. Yəni 20-ni 60-da 3-ə vururam. 20-ni 60-a gedir burada 3 qalır. 3-də 3-ə bölündə cavab olur 1 km. Yəni gedilən yol 1 km 1000 metr deməkdir. Gedilən yol 1000 metrdir. Sən də bilirsən axı yol nəyə bərabərdir? Qatar üstə gəl tunel. Qatar 150 verib də sənə bax qatar 150. Qının üstünə yazdım 150, üstə gəl tunelin bilmirəm nə qədər tığ yazdım hələ. Qatarla tuneli, yəni 150 tuneli toplayanda mənə gedilən yolu verməlidir. Yolu da mən tapmışam da 1000 metr yol gedir. Yəni 1000. Qatarla tunelin cəmi bizə 1000-i verməlidir. Bu da tuneli tapmaq üçün 1000-dən 150-ni çıxırıq, cavab olur 850 metr. Yəni tunelin uzunluğu 850 metrdir. Bunu da qatar tunel məsələlərində öyrənmişik. Kim yadından çıxıbsa o mövzuya qayıdıb bir də baxsın. 54 oldu. C bəndi. Silək bunu da keçək 55-ə. Deyir ki, 4 ardıcıl ədəd verilmişdir. Bu ədədlərin ortadakı ikisinin cəminin 3 mislindən, kənardakıların cəminin 2 mislini çıxsaq 35 anlar. Bu ədədlərin kiçiyinin yarısını tapın. Məsələnin uzmanlığına qorxmayın, çox asandır. Bax, buradan başla. 4 ardıcıl ədəd verilibsə, ardıcıl ədəddə 1 artırlarda, yəni biri x-dırsa, o birisi nə olur? X + 1, o birisi nə olur? X + 2, bunun üstündə 1 gəldində. Bunun üstündə 1 gələm, X + 2-nin, o birisi olur X + 3. Yəni ardıcıl ədədlər bunlar da 5, 6, 7, 8 məsəl üçün. 1-1 artıram. Məsələn 12, 13, 14, 15, 1-1 artıram da. Yəni biri x, o birisi X + 1, o birisi X + 2, bu birisi X + 3-dür. Birinci bunu yaz. Sonra deyir ki, bu ədədlərin ortadakı ikisinin cəmi. Bunların ortadakı ikisi bu deyil. Bax, birinci budur, sonuncu budur. Ortadakı ikisi budur da, bu ikisi bir yerdə. Bunların cəmi isə X + 1 ilə X + 2-ni toplayanda cavab necə? 2x + 3. X ilə X 2x, 1 ilə 2 3-də. Bunların cəmi bu oldu. Deyir ki, bu ədədlərin ortadakı ikisinin cəminin, yəni bunun 3 mislindən, bir də bunun cəminin 3 mislini tapın. 3 vursun 2x + 3. Bax, ortadakı ikisinin cəmi 2x + 3-dür. Bunların 3 misli də 3 vur 2x + 3-dür. Bunu yazdım. Deyir ki, bunlar 3 mislindən kənardakilərin cəminin 2 mislini çıxsaq, kənardakilər də bunlar da x ilə x + 3-də. Bunlar da cəmi nə olur? X ilə x + 3 toplayanda da 2x + 3 eləyir də hələ. Kənardakilərin cəmi də oldu 2x + 3. Bax, bunların cəmi kənardakilərin. Deyir ki, 3 mislindən kənardakilərin cəminin 2 mislini. Kənardakilərin cəmi budur, burada 2 mislidir. 2 mislini çıxsaq 35 anlar. Bax, bunların cəminin 3 mislindən, bunların cəminin 2 mislini çıxsaq deyir, bizə nəyi verəcək? 35. Tənliyim hazır. Başladı. Paylama qanunu açacağım. 3-ü 2x-ə vuranda 6x. Üstə gəl 3-ü 3-ə vuranda 9 çıxılsın. 2-ni 2x-ə vuranda 4x çıxılsın. 2-ni 3-ə vuranda 6.
Çünki mənfi 2-ni müsbət sonunda mənfi 6 edir. Ona görə bu plus düzaldılması üçün mötərizənin qabağına çıxma var, işarə dəyişir. Bərabərdir 35-ə. 6x ilə 4x çıxanda burada 2x qalır. Bax, bunları bir-birinə cütləşdirdim. 9-dan 6 çıxanda edir müsbət 3. Müsbət 3 də soldan sağa çıxır, 3 kimi keçir. 35-dən 3 çıxanda cavab 32 olur. X-i tapmaq üçün 32-ni 2-yə bölürük, cavab olur 16. X-i tapdım 16. Sual nə idi ümumiyyətlə? Bu əllərdən kiçiyin yarısı da, bu əllərdən kiçiyi x-dir hələ. Çünki get-gedə çox artır. Ən kiçiyi x-dir, x-i də 16 tapmışam. Və kiçiyinin yarısı, 16-nın yarısını tapırıqsa, 16 2-yə böləcəyik, cavab olacaq 8. 55-ci testin cavabı da oldu. D bəli. Silək bunu da keçək digərinə. Biraz böyüdüm. Məsələni oxuyaq, görək nə deyir. Deyir, ana qızından 4 dəfə, oğlundan 3 dəfə böyüdür. Üçünün yaşının ədədi ortası 19 olarsa, uşaqlar bir-birindən neçə yaş fərqlənir? Gözləyirəm şey ki, məsələn, rahat oxudum, ədədlər yenə də vecimə deyil, gördüm 3 nəfərdən söhbət gedir. Anadan, yazdım bura ana. Oğlundan və qızından. Burada yazdım 40. Göstərirəm, hələ ki, bunları qeyd elədim. Sonra cümlənin tezini oxuyanda fikir verirəm ki, ana qızından 4 dəfə, oğlundan 3 dəfə böyüdür. Bu o deməkdir ki, ananın yaşını göstərən elə bir ədəddir ki, həm 4-ə, həm 3-ə tam bölünür. Hardan bildin Rasim? Çünki bax, güya ana mənəm, qızı və oğlu, hə? Qızımdan 4 dəfə böyüyəmsə, deməli qızımın yaşını 4-ə vuranda mənim yaşım alınır. Düzdür? Qızımın yaşını 4-ə vuranda mənim yaşım alınır. Deməli mənim yaşım 4-ə tam bölünür. Çünki 4-ə vuranda alınan bir ədəddirsə mənim yaşım, deməli 4-ə tam bölünür də. Oğlumun yaşını da 3-ə vuranda, çünki oğlundan 3 dəfə böyüyəm. Oğlumun da yaşını 3-ə vuranda mənim yaşım alınır. Çünki ondan 3 dəfə böyüyəm. Deməli mənim yaşım 3-ə də tam bölünür. Çünki 3-ə vurulanda alınır axı. Deməli yəni mənim yaşımı göstərən ədəd həm 4-ə, həm 3-ə tam bölünür. Həm 4-ə, həm 3-ə tam bölünür. Ədəd də 12-dir. Mən demirəm ananın 12 yaşı var. Sadəcə deyirəm ki, ananın yaşını bilmədiyim üçün x deyə bilərəm, amma ən rahatı mənim üçün 12x deyəcəm. Niyə? Çünki ananın yaşı həm 4-ə, həm 3-ə tam bölünməlidir. 12x həm 4-ə, həm 3-ə tam bölünür. Ondan sonra artıq məsələm asan olur. Əsas bunu yazmaqdır. Bax, ana qızından demir 4 dəfə böyüdür. Bax, indi qızını yazacağım da. Ana 4 dəfə böyüdürsə qızından, deməli qızı anasından 4 dəfə kiçikdir. Yəni ki, 12x-i 4-ə böləm, qızının yaşı 3x-dir. Görürsünüz, bax. Ana qızından 4 dəfə böyük. Yəni bu 3x-sə, 3x-i 4-ə böləndə ana 12x-dir. Yəni ki, ana qızından 4 dəfə böyük oldu. Eyni məntiqlə deyib ki, oğlundan 3 dəfə böyüdür ana. Ana 3 dəfə böyüdürsə, deməli oğlu 3 dəfə kiçikdir. Yəni 12x-dan anadan 3 dəfə kiçikdir. 12x 3-ə böləndə oğlunun da yaşı olur 4x. Və salam. Vay yaşlarını bu cür səliqəli qeyd edirdim. Doğrudan da 3x-i 4-ə vuranda 12x edir, 4x-i 3-ə vuranda 12x edir. Yəni ana qızından 4 dəfə, oğlundan, yəni 4x-dən 3 dəfə böyüdür. İndi üçünün yaşının ədədi ortası 19 olarsa, ədədi ortanı tapmaq üçün biz nə edirik? Toplayıb sayılarına bölməliyik. Yəni ki, yaşlarını toplayıram. Birisinin yaşı 12x-dir, birisinin yaşı 4x-dir, birisinin yaşı 3x-dir. Topladım, bölməliyəm sayılarına, yəni 3-ə. Bu bizə neyi verir? Ədədi ortanı. Ədədi orta deyib axı bizə. Ədədi ortası 19-dur. Yəni bərabər olmalıdır 19-a. Burada 12x, 4x, 16x, bu da 3x. Neçədir? 19x bərabərdir. Bunu tənasübün baxsız 19x 1-ə vuram 19x, 3 19-a vuram 57-yə. X də buradan 57-ni 19-a bölürəm 3-ə bərabərdir. X-i tapdım 3. İndi sual nə idi? Deyir ki, uşaqlar bir-birinə neçə yaş böyüdür? Uşaqların birisinin yaşına 4 vur x demişdim. X-də 3 tapmışam. Yəni oğlun 12 yaşı var. Qızın yaşına 3 vur x demişdik. X-də 3 tapmışıq. 3 vur qızın da 9 yaşı var. Uşaqlar oğlunla qız da biri digərindən neçə yaş böyüdür? 12 9-dan nə qədər çoxdur? 12-dən 9 çıxanda görürəm ki, 3 yaş böyüdür. Yəni 56-cı testin cavabı da oldu D bəndi. Silək bunu da keçək 57-ci suala. 57-ni oxuyuram. 2 ədədin fərqi 33-dür. Yəni 2 ədədin fərqi 33-dürsə, birisi o birisindən 33 vahid böyüdür də. Yəni mən birisinə x, birisinə x üstə gəl 33 deyə bilərəm. Kim istəyir birisinə x 33 də deyə bilər. Bu problem deyil. Üstə gəlməklə mənim üçün daha rahatdır. Ona görə toplamaqla daha rahatdır. Ona görə belə yazdım. Yəni 2 ədədin fərqi 33-dür. Deməli biri digərinə 33 vahid böyüdür. Yəni kiçiyinə x desəm, böyüyü x plus 33-dür. Sonra deyir ki, böyük ədədi kiçiyə böldükdə, böyük ədədin budur da x plus 33. Bax, həmin bu böyük ədədi kiçiyə böləndə, hələ deyib də, böyük ədədi kiçiyə böldükdə, yəni x plus 33-ü böldüm kiçiyinə, x-a, görək nə alınır. Qismət 3, yazdım bura 3, cavab yəni 3. Qalıq isə 3 olur. Qalığı da yazdım bura. Və İslam tənlim hazır. Üstünüzü qəliz tənlim, qəliz zat deyil. Qalıq bölmədə biz öyrənmişdik ki, qalıq bölmədə bu bölünən idi, bu bölən idi, bu natamam qismətdir, bu qalıq idi.
Bölünəni tapmaq üçün bölənlə natamam qismət bir-birinə vuruldu, üstündə qalğı gəlir. Deməli, bu x plus 33 əslində nəyə bərabərdir? X plus 33 bərabərdir 3 vur x üstə gəl 3-ə. Yəni, bölənlə natamam qisməti bir-birinə vurduq, x vur 3, üstünə gəldim qalığı. Və salam, bu tənliyi həll etmək artıq daha rahatlığı üçün bu çıx x kimi keçir. 3x-dən 2 çıxanda burada 2x qalır, plus 3 də sağdan sola çıx 3 kimi keçir. 33-dən 3 çıxanda 30 olur. 2 vur x 30-sa x tapmaq üçün hasil digərlığa 32-yə bölürük. X-imizi 15 tapırıq. Sual nə idi? Böyük ədədlə kiçik ədədin cəmini tapın, problem yoxdur. Kiçik ədədimizə x demişdik, yəni 15. Böyük ədədimizə də x plus 33 demişdik, yəni 15 + 33 elədi 48. Kiçik ədədimiz 15, böyük ədədimiz 48 və bizə bunların cəmini istəyir. 15 ilə 48-i toplayırıq, bunların cəmi oldu 63, haradadır? D bəndində. 57-ci testin cavabı da oldu D bəndi. Keçdik 58-ə. 40 kilo düyünü 5 kilo və 10 kilo düyü tutan torbalar neçə üsulla yığmaq olar? Ehtimal məsələnin içində var idi bu məsələlərdən. Adı da hələ seçmə üsulu ilə həll olunan məsələ. Belə bir şey yazmışdım. Hələ başlıqda gözləyirsiniz. Həmin dərsi zəif öyrənmişsə və ya yadınızdan çıxıb öyrənməmişsə, qadın həmin dərsi daha mükəmməl öyrənir. Bax, 40 kilo düyünü 5 kilo və 10 kilo düyü tutan torbalara neçə üsulla yığmaq olar? Deməli, biz bunu necə həll edirdik? Yazırdıq 5 vur A üstə gəl 10 vur B bərabərdir 40. Niyə belə yazırdıq? Çünki mənə neçə dənəsə 5 kiloluq torba lazımdır, neçə dənəsə də 10 kiloluq. Amma bilmirəm axı. Yəni, bax burada yazım. 5 kiloluq torbaların sayı neçə olmalıdır? Bilmirəm. Buna deyirəm A qədər. 10 kiloluq torbaların sayı neçə olmalıdır? Bilmirəm. Buna deyirəm B qədər. Düzdür? Məsəl üçün 2 dənə 5 kiloluq məsələni deyirəm. Bilmirəm, o nədən. 3 dənə 10 kiloluq. Onda ümumi neçə kilo olur tapmaq üçün? Bu 2-ni vuran 5-ə 10 kilo. Burada nəsə demişdim, yadımdan çıxıb. Bu da olsun 2-də. 2-ni ona vururam 20 kilo. Bunlar toplayanda bizə 40-ı verməlidir. Düzdür? Eyni məntiqlə də ona görə A-nı 5-ə vuranda, B-ni 10-a vuranda və bunlar toplayanda bizə 40 kilonu verməlidir. Mövzu izahını olsa ətraflı vermişik və çoxlu sayda bu məsələdə həll eləmişik. Sadəcə mən yadınıza saldım. Bunu bu formada yazırdıq. A ilə B-nin yerinə də biz natural ədədləri qoya bilərik ancaq. Çünki torbaların sayı natural ədəd ola bilər də. Məsələn, 2 dənə torba, 3 dənə torba, 5 dənə torba, 1 dənə torba, düzdür? Mənfi ola bilməz, kəsir ola bilməz. Düzdür? Deyik, laf yaxşı. Amma bu məsələdə 0 ola bilər. Niyə? Çünki mənə demir 5 kilo və 10 kiloluq düyü tutan torbaları neçə üsulla yığmaq olar? Mən heç 5 kiloluğa yığmaram, 10 kiloluğa yığaram ancaq. Məsələn, 40 kilo 4 dənə 10 kiloluq torbaya yığaram, olar. Çünki məsələnin şərtində mənə deyilməyib ki, hər ikisindən istifadə olunsun. Hər ikisindən istifadə olunsun deyəndə mən hansısa 0 götürə bilmərəm. Amma hər ikisindən istifadə olunsun şərti yoxdursa, mən birisindən də təkcə birisindən də istifadə edə bilərəm, hər ikisindən də istifadə edə bilərəm. Bunlar hər biri mənim variantlarımın, üsullarımın içində sayılır. Başladım. A-ya ən azı 0 verə bilərəm. A-ya 0 verəndə 5 vur 0 0 eləyir. Onda B-yə nə verməliyəm ki, bu bərabərlik 40 olsun? 4. Yəni, bu mənası o deməkdir ki, 0 dənə 5 kiloluq götürərəm. Yəni, 5 kiloluqdan istifadə eləmərəm. 4 dənə 10 kiloluq götürərəm. 40 kiloluq düyünü torbalara o formada yığaram. Sonra gedə-gedə artırıram. A-ya 0 demişim, bu dəfə A-ya 1 deyirəm. A-ya 1 desəm, 5 vur 1, 5 eləyir. 5-in üstündə neçə gələndə 40 eləyir? 35. Onu da hansı natural ədədə vuranda 35 heç cür eləmir. 3,5-ə vuranda eləyir. Oradakı natural ədədə 3,5 ilə torba olmur. Deməli, A-ya 1 deyəndə şərtimiz ödənmir. Keçdik, A-ya 2 deyirəm indi. Hələ ki, 0 ilə 4, 1 şərtimiz ödəyib hələ ki. 0, 4, 1, 0, 1, 4 olanda. A-ya 2 deyəndə 5 vur 2, 10 eləyir. Onun üstündə neçə gəlsəm 40 eləyər? 30. Yəni, B-yə onda 3 deməliyəm. Çünki 3-ü ona vuranda 30 eləyir. Deməli, bu halda şərtim ödənir. Yəni, mən 2 dənə 5 kiloluq götürərəm, 3 dənə 10 kiloluq götürərəm. 2 dənə 5 kiloluq 10 kilo eləyir, 3 dənə 10 kiloluq 30 kilo eləyir. 10, 30, 40 kilo düyünü bu formada yığaram. 3 şərtimizi ödəməyəcək. Çünki 5-i 3-ə vuranda 15 eləyir. 15 üstündə 25 gəldi 40 eləyir. Onu da hansı natural ədədə vuranda 25 eləmir. 2,5-ə vuranda 25 eləyir. O da 2,5 şərtimizi ödəmir. Çünki torbaların sayı 2,5 ola bilməz. Yəni, 3 şərtimizi ödəmədi. Gəldim 4 qoyuram. A-nın yerinə 4 qoyanda 5 vur 4, 20. 20 üstü neçə gəlsəm 40 eləyər. 20. Yəni 10 vur B 20 əmməli. Deməli, B nə olacaq? 2. Deməli, 4 dənə 5 kiloluq, 2 dənə 10 kiloluq torba götürsəm, 40 kilo düyümü bu formada yığa bilərəm. 4 dənə 5 kiloluğa, 2 dənə 10 kiloluğa. Toplayanda 40 eləyir. 5 şərtimizi ödəməyəcək. Çünki 5 vur 5, 25 eləyir. 25 üstündən 15 gəldi 40 eləyir. 10 vur 1,5 bizə 15-i verir. Amma B-yə biz natural ədədlər yazmalıyıq. Ona görə şərtimiz ödənmir. Gəldik 6-ya. 5 vur 6, 30. 30 neçə gələndə 40 eləyər? 10. Yəni 10-u nəyə vursam? 10 eləyər 1-ə. Yəni B-nin yerinə 1.
Bu o deməkdir ki, 6 dənə 5 kiloluq torba götürərəm, 30 kilo, bir dənə də 10 kiloluq olduğu ümidli 40 kilonu bu formada yığa bilərəm. Bu da üsullarımızdan biridir. 7 şərtimizi ödəməyəcək, uzatmıram. Gəldik 8-ə. 5 ilə 8 kilolu götürsən, 5 vur 8, 40. Üstə gəl 0, 40 eləyər. Deməli, B-nin yerinə olmalıdır 0. Bunun da mənası o deməkdir ki, mən elə 8 dənə 5 kiloluq torbaya yığaram, onlar 40 kilo. Daha heç 10 kiloluqdan istifadə etmirəm. Bu da variantlarımın içindedir. Çünki mənə deməyib hər ikisindən istifadə elə. Hər ikisindən istifadə edəndə bu sıfırları götürmürdük. Bunu biz mövzu izahında və testlərin izahında da öyrənmişdik. İndi deməli bunları da götürürəm variantlarımın içində, yəni üsullarımın içində. Neçə üsula yığmaq olar? 1 üsul, 2 üsul, 3, 4, 5 üsul. Yəni 58-ci testin cavabı da oldu A bəndi. Silək bunu da keçək 59-a. 60 yaşlı babanın nəvələri 9, 14, 15 və 19 yaşındadır. Bax, bir dənə baba var, 60 yaşı var onun. 4 dənə nəvə var, düzdür? 4 dənə nəvə var. 1, 2, 3, 4 dənə nəvə var. Deyir, neçə il sonra 4 nəvə yaşları cəmi babanın yaşına bərabərdir. Bax, yaşları cəmindən danışırsa, mən daha oturub bir-bir yazmayacağım. 9, 14, 15. Hələ bunlar yaşları cəmini yazım da. 60 yaşlı babanın nəvələri bu yaşıdırsa, nəvələr yaşları cəmi neçə olacaq? 9 üstünə 14 gəlirəm 23, üstünə 15 gəlirəm 38, üstünə 19 gəlirəm 57. Yəni nəvələrin yaşları cəmi 57-dir. Babanın 60 yaşı varsa, nəvələrin yaşları cəmi 57-dir. Və neçə il sonra deyir. Mən nə bilim neçə il sonra deyirəm ki, x il sonra. X il keçsə baba x yaş böyüyəcək, yaşı olacaq 60, üstə gəl x. Nəvələr də x yaş böyüyəcək, yaşları cəmi nə olacaq? 57 üstə gəl x yox. 4x, çünki 4 dənə nəvədir. Hər biri x yaşı. Baba tək idi, ona görə bir dənə x gəldi. Bunlar 4 nəfər olduğu üçün 4 dənə x artır. Çünki hərəsi x artır. Vəssalam, deyir ki, neçə il sonra 4 nəvə yaşları cəmi babanın yaşına bərabərdir. Yəni bununla bu, x il keçəndən sonra babanın yaşı ilə bu 60 üstə gəl x ilə. Nəvələrin yaşları cəmi 57 üstə gəl 4x bərabər olur. Baxaq. Buradakı plus x soldan sağa çıx x kimi keçir, 4x-dən x çıxanda 3x qalır. Buradakı müsbət 57 bərabərin sağından sola çıx 57 kimi keçir, 60-dan 57 çıxanda 3 qalır. X də bərabərdir, 3-ü 3-ə bölürəm 1. Yəni ki, neçə ildən sonra? 1 ildən sonra. Vəssalam. Cavab olacaq B bəndi. Bax, doğrudan da 1 ildən sonra bu 9 yaşında olanın 10 yaşı olacaq, bunun 15 yaşı olacaq, bunun 16 yaşı olacaq, 19 yaşı olanda 20 yaşı olacaq, babanın üzrə 61 yaşı olacaq və görək bunların yaşları cəmi 61-ə bərabərdirmi? 10, 15, 25, üstündən 16 gələndə 41, üstündən 20 gələndə 61. Doğrudan da 1 ildən sonra bunların yaşları cəmi babanın yaşına bərabər oldu. Keçdik 60-a. Aşağıdadır. 60. 70-ci testdə bu videonu bitirək. 40 dənə test bestdir. Yəni bir videoya da keyfiyyət aşağı düşməsin. 60-ı oxuyuram. Deyir, velosipedçi A şəhərindən B-yə 3 saata gedir. Qayıdarkən sürətini 3 km/saat artırdığına görə 2 saata A-ya çatdı. Şəhərlər arası məsafəni tapdı. Çətin sual görür, burada sürət məsələsidir. A nöqtəsindən B nöqtəsinə gedir. Hansı sürətlə? Verməyib. Deyir, A şəhərindən B-yə 3 saata gedir. Bunun sürəti neçədir ki, bilmirəm. Bunun sürəti x-dırsa, yəni 1 saatı x gəlirsə, 3 saatı nə qədər gedər? Çünki A-dan B-yə 3 saat çatır, 1 saatı x gəlirsə, 3 saatı 3x gedər. Yəni AB məsafəsi nə oldu? 3x oldu. Yazdım bura. AB məsafəsi oldu 3x. Yəni sürəti x-dırsa, 3 saatı gəlirsə, hər saatda x gedir, 3 saatda 3x gedir, yəni oldu 3x. AB məsafəsində 3x dedik. İndi gedərkən bunu gedib. Qayıdarkən sürətini 3 km/saat artırdı. Yəni bu x sürətlə getmişdi. 1 saatda x getmirdi. Qaydanda bu 1 saatda x plus 3 gedir. Sürətini 3 artırıb. Yəni əvvəl x idi, sürəti indi x plus 3-dür. Və 2 saata A-ya çatdı. Yəni B-dən A-ya 2 saat. Yəni 1 saata x plus 3 gəlirsə, 2 saata 2 dənə x plus 3 gedir də. 1 saata 1 dənə x plus 3 gedir. 2 saata 2 dənə x plus 3. Yəni 2-ni vuram x plus 3-ə. Deməli, B-dən A-ya qədər məsafə nə oldu? 2 vur x plus 3. Bu A-dan B-yə qədər məsafədir. 3x yazmışdım. Bu da B-dən A-ya qədər məsafədir. 2 vur x plus 3 yazmışdım. İkisi də eyni məsafə deyil. A-dan B-yə, B-dən A-ya eyni məsafədir. Onda bunlar bir-birinə bərabər olmalıdır. Və bu tənliyi həll eləyək. Paylama qanununu açıram. 2x üstə gəl 6. Bu da bura gedir. 3x-dən 2x qalır. Boş x qalır. 6 da burada. X-i tapdım 6. Sual nə idi? Şəhərlər arasındakı məsafəni tapın. Şəhərlər arasındakı məsafə bu deyildi. 3 vur x və ya bu. Fərqi yoxdur. İkisi də bir-birinə bərabərləşdirmişdi. İkisi də bir-birinə bərabər idi. Hələ burada qoyalım yerinə 3 vurulsun x. X-də 6 tapmışam. 18. Deməli, şəhərlər arasındakı məsafə 18 kilometrdir. Burada deməli də şəhərlər arasındakı məsafə neçə kilometrdir? Əslində beləsə şərtlər düzgündür. Burada kilo ya və ya variantlarda kilometr yazmalı idi. Artıq bunlara çox fikir vermirəm, amma hərdən deyirəm ki, biləsiniz ki, bu müəlliflərin səhvidir. 60-cı testin cavabı da oldu B. Silək bunda keçək 61-ə. Deyir, 2 ədədin cəmi 60-dır.
Böyük ədədi 8 dəfə, kiçik ədədi 3 dəfə artırsaq, alınan ədədlərin cəmi 355 olur. Əvvəlki ədədləri tapın. Çox asandır sizin üçün bu. Çünki bunu da dəfələrlə, milyon dəfələrlə demişik ki, iki ədədin cəmi 60-dırsa, birisinə x deyəndə, məsəl üçün böyük ədədə x dedim. Kiçik ədədim nə olacaq? 60 çıxılsın x. Yəni iki ədədin cəmi x isə, birisinə x deyəndə, digərinə 60 çıxı x deyirik. Çox asan. Sonra nə deyir ona deyəcəm. Bax, ən böyük ədədi 8 dəfə. Yəni ki, artırıblar, düzdür? Ən böyük ədədim mən x demişəm. X 8 dəfə artırsam olacaq 8x, düzdür? Ədədim x idi. Bunu 8 dəfə artırsam olacaq 8x. Kiçik ədədi 3 dəfə artırsaq, kiçik ədədim bu 60 çıx x-dir da, bunu da 3 dəfə artırsam, 3 vurulsun 60 çıx x, yəni 60 çıx x-i da 3 dəfə artırdım, 3-ə vurdum. Alınan ədədlərin cəmi 355 olar. Alınan ədədlər bunlardır, bunların cəmi bərabər olar 355-ə və son özü deyib də mənə tənliyi. İndi bu tənliyi həll edəcəm. 8x üstə gəl, paylama qanununu asam, 3 60-a vuranda 180, çıxılsın 3x-ə vuranda 3x bərabərdir 355-ə. 8x-dən 3x-i var, çıx 3x-dir. Çıxanda burada qalır 5x. Plus 180 bərabərin solundan sağına keçir. Çıx 180 kimi 355-dən 180 çıxanda 175. X də bərabərdir 175-i 5-ə böləndə cavab olacaq 35. X-imi tapdım 35. Sual nə idi? Əvvəlki ədədləri tapın. Əvvəlki ədədlərin birisinə x demişdik, x-i də 35 tapmışıq. Digərində 60 çıx x demişdik, x-in yerinə 35 qoyuram, yəni 60 35 çıxanda olur 25. Yəni böyük ədədim 35-dir, kiçik ədədim 25-dir. O da A variantında yazılıb. 61-ci testin cavabı da oldu A. Silək bunu, keçək 62-yə. Deyir, sutkanın qalan vaxtı, bu məsələlərini çox əlləmişim, biraz bazlaşdım, tam görsəniz. Sutkanın deyir, qalan vaxtı keçmiş vaxtından 2 dəfə çoxdur. Bax, keçən vaxt və qalan vaxtdan söhbət gedir, yazıram bura. Mənə nə deyir? Deyir, sutkanın qalan vaxtı keçmiş vaxtından 2 dəfə çoxdur. Yəni, keçən vaxtına x desəm, qalan vaxt nə olur? 2x olur. Çünki deyir ki, keçmiş vaxtından 2 dəfə çoxdur. Yəni, qalan vaxt, yəni bu keçmiş vaxtdan x-dan 2 dəfə çoxdur. Yəni, bu 2x-dir. Deyir, indi saat neçədir? Həll edəcəyik. Sutkanın keçən vaxtı ilə qalan vaxtını toplasaq bizə bütün sutkanı verməlidir. Bütün sutkan nə qədərdir? 24 saat. Yəni, bunları toplayanda bizə 24-ü verməlidir. Çox asan. Buradan da 24. 3x bərabər olur 24-ə. X də bərabərdir 24-ü 3-ə böləm 8-ə. Deməli, sutkanın keçən vaxtı nədir? 8 saat, 8 almışam. Keçən vaxt 8 saat, onu deməli saat neçədir? 8:00-dur da. Çünki sutka 00:00-da başlayır, gecə 12-dən sonra. 12 keçəndən sonra yeni günə keçirik də 00:00-dan sonra nə olur? Sutka başlayır. 00:00-dan 8 saat keçirsə 8:00-dur da. Yəni bax 00:00-da sutka başlayır. 8 saat keçsə bu olacaq 08:00-da. Yəni 8:00. O da hardadır? C bəndində. 62-ci testlə də işimiz bitdi. Keçək 63-ə. Bu da kəsr məsələsidir. Adi kəsr məsələsidir. Bunu da su kimi bilirik. Çoxlu həll etmişik məsələlərdən. Bir içənin 5/2 hissəsinə 100 litr su töküldükdən sonra 800 litr boş qalır. İçənin neçə litr su tutur? Bax, bizdən soruşur içənin neçə litr su tutur? Mən də içənin tutumunu bilmirəm. Bilmədiyim üçün deyə bilərəm x litr su tutur. Problem yoxdur, deyə də bilərsiniz. Amma 5/2 hissəsi 2 tapılacaq deyə mən buna 5x deyəcəm, daha rahat olsun deyə. Həmişə demişəm də, biz bilmədiyimiz şeyə x deyirik, 5x də deyə bilərik, 15x də deyə bilərik, 27x də deyə bilərik. Çünki x də məchuldur, bilinmir nədir, 27x də bilinmir nədir. Amma bizə burada 5x demək daha sərfəlidir, çünki 5/2 hissəsini tapmaq üçün 5-ə bölüb 2-yə vurmalıyıq axı. Bax, bir içənin 5/2 hissəsi. Mən içənimin tutumuna 5x desəm, bunun 5/2 hissəsi tapmaq üçün 5x-i 5-ə böləm olur x, 2-yə vurəm olur 2x. Yəni bir içənin 5/2 hissəsi 2x deməkdir. Yəni 2x litr su var. Əslində bu 5x tutur, amma içində 5/2 hissəsi qədər. Yəni ki 2x litr su var. Deyir ki, bu 5/2 hissəsinə, yəni 2x-ə 100 litr su tökdükdən sonra, deməli bu 2x-in üstünə 100 litr də tökəndə görək nə baş verir? Bərabərdir. Nəyə bərabərdir? 100 litr su tökdükdən sonra 800 litr boş qalır. 800 litr boş qalır nə deməkdir? Yəni ki, ümumi içən 5x tutursa, bunun içində su 5x çıxılsın 800-dür. Bax, hələ bir ədəd nədir? Ümumi içən məsəl üçün 1000 tutursa, 800 boş qalır nə deməkdir? Deməli, içində 200 litr su var da, yəni 1000-dən 800 çıxıram. Deyirəm ki, 200 litr su qalır. Çünki mənim içənim 1000 tutursa, və mən söylesəm ki, 800 litr boş qalır, bilirsiniz ki, onda 1000-in 800 boşsa 200 qaldı. Yəni 1000-dən 800 çıxar. Yəni ümumi tutumdan bu 800 çıxar. Biz də 5x-dən 800 çıxırıq. Və salam. Tənliyim hazırdır. İndi bərabərin sonundakı müsbət 2x soldan sağa çıx 2x kimi keçir. 5x-dən 2x çıxanda olur 3x. Bərabərin sağındakı mənfi 800 sağdan sola üstə gəl 800 kimi keçir. 100-dən 800 toplayanda olur 900. Buradan x tapmaq üçün də hasili digər vurğa, yəni 900-ü 3-ə bölürük, cavab olur 300. İndi sual nə idi? Çən neçə litr su tutur? Çənin tutumunda biz 5x deməmişdik. Yəni 5 vur x, 5 vurulsun, x-i də 300 tapmışıq. Yəni 5 vur 300 neçə elədir? 1500. Deməli, çən neçə litr su tuturmuş?
1500 litr. 63-cü testin cavabı da oldu. A. Sidirəm bunu da keçirik 64-ə. Bir tili 4 desimetr olan kub şəklindəki su dolu hovuza uşaq düşür. Bu hovuzdan dolu hovuzun 1/4 qədər su daşır. Uşaq neçə kiloqramdır? Çətin məsələdir bu da. Birinci, mən bu hovuzun, kub şəklində hovuz deyim, yəni şəkildə ehtiyac yoxdur, əvvəl çəkirəm ki, yadınıza düşsün. Bu hovuzun həcmini tapmalıyam. Bunun tili 4 desimetrdirsə, kubun həcmi necə tapılırdı? V bərabərdir A kubu ilə. Yəni ki, 4-ün kubu ilə. Düzdür? Deməli, bunun həcmi 64 kub desimetrdir. Düz deyil. Çünki tərəfi 4 desimetr isə cavab da kub desimetrinə alınır da. 3 dənə 4-ü bir-birinə vuram 64-ə, 3 dənə desimetr bir-birinə vuranda kub desimetr edir. Desimetrin kubu edir yəni. Yaxşı tapdım bunu. Və biz bilməliyik ki, 1 kub desimetr 1 litr deməkdir. Bunu dəfələrlə demişəm. Onda 1 kub desimetr 1 litr deməkdirsə, 64 kub desimetr də 64 litr deməkdir. Deyirəm, A-sı o. 64 litrlik həcmədə su tökəndə bu 64 kiloqrama bərabər olur. Bunu da dəfələrlə demişik. Yəni ki, əslində bu kub şəklində olan hovuzda 64 kilo su var. Və deyir ki, bura uşaq düşür. Normalda o Arximeddə zətdə yadınızda olardı hamımızda Arximed ilə göyə vannaya oturur, oturanda su tökülür, deyir Evrika, sevinir gedir. Yəni nə qədər çəki ora salırsansa ağız bağızlı olan suya, ora qoyduğun çəki qədər su daşır. Yəni ora girən uşaq neçə kilodursa, daşan su da o qədərdir. Başa düşdünüz? Mənə deyir ki, hovuzun 1/4 daşıyıb da. Hovuzun da tutumu 64 kilo deyil. O 64-ün 1/4 nədir? 64-ü böləm 4-ü vuram 1-ə. 16 kilo. Deyirəm, 16 kilo su daşıb. Deməli, oraya gələn uşaq hələ 16 kilo. Çünki deyim axı, əgər ağız bağızlı olsa su vanna ilə, ora neçə kiloluq adam girirsə, ağız bağızlı oldusa, normal məsəl üçün sular girəndə su dağılmır axı. Ağız bağızlı oldusa, ora neçə kiloluq adam girsə və ya neçə kiloluq əşya qoyursansa, o çəki qədər su kənarlara axır. Yəni deməli 64 kilo kənara, daha doğrusu 16 kilo kənara axıbsa, deməli ora 16 kiloluq uşaq girib. Və salam, yəni 64-cü testin cavabı da olur B bəndi. Keçdik 65-ə. Meşədəki cümlələr düzqurulmalar, meşəsindəki yazıblar. Meşədəki ağacın, yox, 30 min ağacın 29%-ni kəsdilər demək istəyir, yəni kəsildi yazıb. Meşəsindəki 30 min ağacın 29%-ni kəsildi. Cümlə düz gəlmir də. Neysə, meşədəki 30 min ağacın 29%-i kəsildi. Belə demək istəyirlər. İndi meşədəki, meşəsində nədir? Neysə, qoy özümüz düzəldik, nə demək istəyirlər. Meşədə deyir 30 min ağac var, onun 29% kəsildi. Meşədə nə qədər ağac qalıb? Çox asandır da bu üçün. 29% kəsilibsə, ümumi 100%-dir axı. Neçə faizi qalıb? 71% qalıb da, düzdür? 71%. 29, çünki %29-da 71% qalıb. Məndən qanunu soruşur da, yəni 30 min ağacı 71% tapsam, sualımın cavabı hazırdır. Yəni 30 min 71% tapması nədir? 30 mini vururduq %71-ə. 100 ilə vurursa 300 qalır. 3-ü də 71-ə vuranda cavab 213 eləyir. 3-ü 71-ə vuranda 2 dənə 0 da yanında olur 21.300 ağac hardadır? Y bəndində. Vəssalam. 65-ci testin cavabı da oldu Y bəndi. Kimsə bunu belə də həll edə bilərdi. 30 min 29%-ni tapardı, sonra 30 mindən tapdığı cavabı çıxardı. Eyni cavaba gəlib çıxacaq onsuz da. Keçdik 66-ya. Deyir 3 otaqlı mənzilin hər otağın eni 5 metr, uzunluğu isə 6 metr, 7 metr və 8 metrdir. Hər 3 otağı xalça ilə döşəmək üçün neçə kvadrat metr xalça? Çox asandır bu. Cümləyə başa düşmək lazımdır. Bax, 3 dənə otaq var, 3 dənə otaq. Bu birinci otaq, bu ikinci otaq, bax, bu üçüncü otaq. Deyir ki, hər otağın eni 5 metrdir. Deyirəm, bax, bunun da eni 5 metrdir. Bunun da eni 5 metrdir. Bunun da eni 5 metrdir. Sonra deyir ki, uzunluğu isə 6, 7, 8 metrdir. Yəni, burada en 5-dir onsuz bunun uzunluğu, bu otağın uzunluğu 6-dır, bu otağın uzunluğu 7-dir, bu otağın uzunluğu 8-dir. İndi ki, hər 3 otaq xalça ilə döşəmək üçün. Mən onda o otaqların sahəsini bilməliyəm də, görüm oraya nə qədər xalça lazımdır. Və sahəni tapmaq üçün düzbucalı formasındakı otaqlar. Eni uzunluğa vuracağam, eni uzunluğa vuracağam, 3-cü otağın sahəsini tapmaq üçün eni uzunluğa vuracağam. Onun üçün üçündə eni 5 idi, uzunluğu 6, 7, 8 vermişdi. Və buradan sahəni tapmaq nə var ki, 5 vur 6, 30. 5 vur 7, 35, 5 vur 8, 40. Deməli, bunları toplayacağım. Çünki hər bir otaq xalça lazımdır. 30, 35, 65, bu da 40, 105. Cavab olacaq 105. Elə belə bunları göstərəm. Yəni, topladım.
Deməli, 66-cı testin cavabı da oldu A bəndi. Silək bunda, keçək 67-yə. Məftil part... Bunun bir tərəfi də var da, hələ birini qutarı verdim, 70-ə kimi gələk. Hə, bir məftil parçasından sahəsi 81 kvadrat santimetr olan kvadrat düzəltdilər. Deməli, bir dənə kvadrat düzəldiblər və bunun sahəsi 81. Sahəni hesabladı kvadratda, A kvadratında. Deməli, A kvadrat nəyə bərabərdir 81-ə? Neçənin kvadrat 81 eləyir? 9-un. Deməli, bu kvadratın bir tərəfi 9 nədir? Ölçüsünə baxaq, santimetrdir. Santimetrdir. Əla. Onda bunun perimetri nə qədərdir? Kvadratın bütün 4 tərəfi də bir-birinə bərabərdir. Axı, yəni 4 vur 9, perimetri nə olur? Burada yazın. 36 santimetr olur. Nə üçün perimetrini tapdım? Düz perimetri soruşum baxın, nə üçün tapdım? Çünki bu məftilin uzunluğunu tapdım. Çünki bax məftil parçasını düzəldiblər. Məftil parçasından tərəfi 9 sm olan kvadrat düzəldiblər. Deməli bu ümumi məftilin uzunluğunu tapmaq üçün bu belə açıram da, başa düşdünüz? 36 sm imiş ki, bunu belə qatlayıblar 4 dənə 9-a kvadrat düzəldiblər. Yəni bu məftilin 36 sm bunu yazmışam. Santimetr olduğunu bildim məftilin ümumi. Bir sonra həmin məftil parçasını açıb ondan bərabər tərəfli üçbucaq düzəltdilər. Bu məftil 36 sm deyildi. Həmin 36 sm məftili qatlayıb üçbucaq düzəldiblər. Deməli bu üçbucağın da perimetri 36-dır da, perimetri 36-dır. Üçbucağın da perimetri tapmaq üçün necə tapırlar? Bərabər tərəfli üçbucaqdır ya bu. Deyib bax burada hanı? Bərabər tərəfli. Bərabər tərəfli üçbucağın 3 tərəfi də bir-birinə bərabər olur. Yəni bir tərəfi A, üçü də A olur. 3 dənə A-nı toplayanda onun perimetri tapılır. Yəni 3A. 3A nəyə bərabərdir? 36. Çünki bu məftilin ümumi uzunluğu 36-dır. Bizi kvadratda 36 idi perimetr. Eyni məftildən bunu düzəldirlər. Deməli, bunun da perimetri 36 olmalı. Çünki məftilin 36 santimetrdir. Bunun da A bərabərdir. 36-nı 3-ə bölürəm. 12 santimetr. Mən də elə onu soruşum. Üçbucağın tərəfi neçə santimetr olur? A-nı 12 tapdım da 12 santimetr. Yəni 67-ci testin cavabı da oldu. Y bəndi. Silək bunda, keçək 68-ə. 68. Bir düzbucaqlı paralelipipedin uzunluğu 9 sm, eni 2 sm, hündürlüyü 5 sm-ə bərabərdir. Onda onun həcmini tapın. Çox asan sual oldu. Öyrənmişik bunu. Düzbucaqlı paralelipipedin həcmini tapmaq üçün A vur B vur C üstündən istifadə edir. Yəni eni, uzunluğu, hündürlüyü. Bizə hamısını verib də, bax eni 2-dir. Vurulsun uzunluğu 9-dur. Vurulsun hündürlüyü də 5-dir. Neçədir? 90. Kub santimetr. Çünki 3 dənə santimetr bir-birinə vurdu. Yazmırlar bunlar burada, amma yazmalıdırlar. Variantlarda yazmalıdır ki, 90 kub santimetr. 68-ci testin cavabı da oldu. C bəndi. Yəni burada xüsusi izaha heç ehtiyac yox idi. Düsturu bilirsinizsə, həll edirsiniz. Bilmirsinizsə, deməli öyrənmək lazımdır. Düsturu bilmədən də məsələyə girişmək olmaz axı. Deməli o mövzunun ən sadə düsturunu sən bilmirsən, hara gəlib həmin mövzuya məsələ işləyirsən. Deməli qayıt o düsturları ən azından öyrən, məntiqini başa düşməyə çalış, mövzu izahını dinlə, qaydaları öyrən, sonra gəl həmin tip məsələlərə giriş. Sahəsi 49 kvadrat desimetr, bir tərəfi 70 sm olan düzbucaqlının, bir dənə düzbucaqlı var. Yəni düzbucaqlı var. Sahəsi deyir 49-dur. Yəni S bərabərdir 49 nə? Kvadrat desimetr. Əla. Tərəfi 70 sm-dir. Rasim 7 desimetr yazın. Çünki bunu desimetrlə verib deyə bunu da desimetrə çevirdim. Mən bilirəm ki 1 desimetr 10 santimetrdir. Onda 70-i 10-a bölürəm. 70 santimetr 7-lə 10 santimetr deməkdir. Yəni 7 dənə desimetr deməkdir. Çünki hər desimetr 10 santimetrdir axı. Yəni enini tapdım. Yəni bir tərəfi 7-dir. Deyir ki ikinci tərəfi tap. Bunu deyir tap. Yəni buna da qoy x deyim. Düzbucağın sahəsi tamamı eni uzunluğa vurmurlar. Yəni 7-ni x-ə vurmalıyam. Bu mənə nəyə verir? Sahəni. Sahəni deyir bizə 49-dur. Burada x nəyə bərabərdir? 49-u 7-yə bölürəm hələ 7-yə. Deməli bunun eni də 7-dir, hələ uzunluğu da 7 imiş. İkinci tərəfi də 7 oldu. Düzdür, bu kvadrat oldu ki, kvadrat da hələ düzbucaqlı sayılır da. Bunu hər dəfə imkan düşən kimi deyirəm, bunu unutmayın. Səhv salmayın və çaşdırın mövzusu. 69-cu testin cavabı da oldu. B bəndi. Keçdik 70-ci testə. Kvadratın perimetri 20 santimetrdir. İki belə kvadratı yan-yana qoymaqla düzbucağı düzəltdilər. Bu düzbucağın perimetri çox asandır bu da. Kvadratın perimetri 20 santimetrdirsə, kvadratın perimetri 4A üstündən tapılıraq, düzdür? 4 dənə A da, hər biri A-dırsa 4 də A-dır, 4A. Deyir bu 20-dirsə, onda A nəyə bərabərdir? 20 böləm 4-ə 5-ə. Yəni kvadratın bir tərəfi 5 imiş. Yəni bütün tərəfləri onsuz da 5-dir. Və deyir ki, kvadratın perimetri 20 santimetrdir. 2 belə kvadratı yan-yana qoyublar. 2 də belə kvadratı belə yan-yana qoyublar. Bu tərəfi 5-dirsə, onda bu tərəfi də 5-dir. Bu kvadratın tərəfi 5-dir. Çünki 2 dənə eyni kvadrat deyiblər.
Deyirəm əla. Yəni bunun bütün tərəfləri 5-də yazım üçün elə belə. Hə, deyir ki, bu düzbucağın perimetrini tapın. Burada bir dənə düzbucaqlı yaranıb da belə. Bunun perimetrini deyir tapın. Perimetr tapmaq üçün n ilə uzunluq toplanıb 2-yə vurulur. Eni 5-dir bunun, görürsüz. Uzunluğu nədir? 2 dənə 5, yəni 10-dur. N ilə uzunluğu toplayırıq. 5 ilə 10-u toplayırıq. Vururuq 2-yə. Neçə edir? 15 vur 2, 30. Yəni perimetrinin 30 sm olduğunu tapdıq. Yəni də burada santimetri yazmalıyıq. 70-ci testin cavabı da oldu C bəndi. Videonu əslində burada bitirmək istəyirəm. Bir dənə baxım elə belə. Görüm şəkillər məndə bu neçəyə kimidir? 74-ə kimi. Hə. Ya 74-ə kimi getsəm yuvarlaq ədədlər üçün ardı yoxdur məndə, hələ ki şəkil çəkməmişəm. 4 dəni eləyə də bilərəm. Amma yox, yuvarlaq ədədlər axı. 70-ə kimi getdik, növbəti videoda 71-dən davam eləyərik. 70-dən, onu da 40-dan eləsək 110-a kimi. Sonra bir dənə də 40-dan 150-yə kimi. Sonra ondan sonra 50-50 keçərik. 200, 250, 350 qutararıq qarşıma səninlə. Hə. Mən etdim onda plan qurduq ki, bu 70-də qurtardıq. Sonra 2 dəfə də 40-40 gedərik. Olacaq 150, ondan sonra da 50-50 gedərik. Yuvarlaqlı olan qaydasına düşər. Belə. Ümid edirəm ki, heç bir problemimiz yaranmır. Yaranırsa da mütləq şəkildə həmin mövzunun geri qayıdıb mütləq işini tənbəllik eləmin. Həmin mövzuda deməli boşluğun var. İzlə, işlə, qaydaları təkrarla və yeri gələndə təbii ki, mütləq şəkildə WhatsApp qrupunda mənə də sual verin. O mövzu üzərindən özümüzü möhkəmləndirir. Diqqətinizə görə çox sağ olun. Sağ olun.